Salam aleykum. Nəhayət ki, biz bu il ilk podkastımızı çəkirik və şənbə günü səhər saat 8-də çəkirik. Çünki həm moderatorun mənim, həm də spikerin vaxtı azdır. Ehtimal ki, mənim vaxtım azdır. Moderator, spiker də uyğunlaşır. Əl-qərəz bizim bu gün çox dəyərli bir qonağımız var. Kamil Bayramlı. Kamil, xoş gəlmisən. Çox sağ ol, Toğrul, minnətdaram. Təşəkkür edirəm. İnşallah podkastın uzun ömürlü olsun. İnanıram ki, məni qəliz suallar gözləyir. Bəli. Başlayaq da istəyirsən. Başlayaq. Bizim podkastımıza baxmısansa, birinci sual nə olduğunu bilirsən. Bir dostumuzun podkastına baxmışdım. İndi əgər bütün podkastlarda suallar eynidirsə, Birinci suallar eynidirsə, okey, aşağı-yuxarı bilirəm, amma yenə də sualı ver ona. Kamil kimdir? Kamil kimdir? Buna iki istiqamətdə cavab verim də. Bir sosial status olaraq Kamil kimdir demək, Kamil özünü necə görmək istəyir. Çünki kimdir sualına cavab vermək üçün bir bəlirli bir həyat təcrübəsi lazımdır ki, sən bəlirli bir yaşa gəlib çatasan, ondan sonra deyəsən ki, sən əslində sənin kimliyin nədir və sən kimsən. Ona görə birinci sosial status olaraq deyim Kamil kimdir, sonra lazımdırsa peşəkar hissədə də bununla bağlı danışarıq. Sosial status olaraq bugün çalışdığım ən önəmli proses odur ki, yaxşı ata olmaq istəyirəm. Yaxşı ata olmağa çalışıram. Niyə? Çünki elə bir dövrdə yaşayırıq ki, elə bir zamanda yaşayırıq ki, bugün ata olmağı bacarmaq həqiqətən də çox çətindir. Ümumiyyətlə valideyn olmağı bacarmaq çox çətindir. Biraz keçmişə getsək, biz öz uşaqlıq dövrümüzə baxsaq, bizim üçün yaxşı ata anlayışı nə idi? Məsələn, mən özümdən götürüm. Bir dəfə yenə gələcək, atam küsəcək mənə. Bir dəfə bir şeydə, deməli TEDx-də çıxışda bununla bağlı danışmışam. Atanı da çağırmışdım ki, gəlsin, baxsın. Təbii ki, bir fərəh hissi var idi, amma təxminən bir 10 günə yaxın mənlə danışmadı. İndi buna da qulaq assa, indi qarşısına çıxsa, buna da qulaq assa, təxminən məndən bir ay... Mənlə bir şey yoxdur. Oğlum nə edirsə oğlunuz edir. Mənlə bir şey yoxdur. Mənlə yəqin ki, bir ay danışmayacaq. Amma təbii ki, bunlar olan proseslərdir və biz bu proseslərdən keçmişik. Aşağı-yuxarı bizim hamımızda belə olub ki, həmin dövrdə uşaq olanlara aiddir bu. Bizim üçün yaxşı ata anlayışı nə olub? Məsələn, mən özümdən götürüm. Biz ata hansısa prosesə görə cəza verməyən günü, həmin gün ata yaxşı idi. Ki, indiki dövrdə sən bilmirsən ki, sən atanın sənə elədiyi düzdür, yoxsa sənin seçdiyin yol mu düzdür? Cəza mı verməlisən? Daha çox humanist olmalısan, daha çox uşağa sərbəstlik verməlisən, uşağın istədiyi ilə mi məşğul olmalısan? Elə bir tərəfdən, üzr istəyirəm, sən elə bir tərəfdən deyirsən ki, yox, mən atam üçün bəlkə də bəzi şeylər eləmək istəmirəm, amma görürsən ki, bu bizə işləmir. Tam doğru, tam doğru. Ona görə bugün o qədər ciddi çağırışdır ki, valideyn olmaq. Yenə deyirəm, keçmiş zamanda proses bəlli idi. Bizim zaten çox bir, belə deyək də, alternativlərimiz olmayıb da uşaq vaxtı. Ona görə o alternativlər olmayan bir mühitdə atanın cəza verməməsi səni xoşbəxt eləyib ki, nə yaxşı bugün məndən iş olmadı. Bugün döyülmədim. Bugün döyülmədim. Bugün döyülmədim, bugün mənə heç nə eləmədi, rahat getdim, yatdım. Həmin gün ata olurdu, yaxşı ata. Amma indi baxırıq prosesə. Məsələn, bizim bir dostumuz var, ortaq bir dostumuz var. Onun övladını, səhv eləmirsə 11-12 yaşı var. Dünən bundan bağlı bir söhbət edeyim, oradan yadıma düşdü. Oğlu gündəlik tutur hər gün. Bu da dostumuz da deyir ki, mən indi o gündəlik axtarıb tapmışam, oxumaq istəyirəm ki, görüm ümumiyyətlə uşağın psixoloji vəziyyəti nə yerdədir. Bu dostumuz da biraz cəza mexanizmi ilə işləyən valideynlərdəndir. Uşağa çox ciddi limitlər qoyub da. Kompüter vaxtı ayrıdır, oyun vaxtı ayrıdır, dərs vaxtı ayrıdır və s. və ilaxır. Gündəliyini tapıbdır. Gündəlikdə yazılıb ki, necə yazılıb elə deyəcəm. Yazılıb ki, bəs mən artıq atamın stupid qərarlarından yorulmuşam. Okay? İndi bu ata yazıq bilmir axı indi nə etməlidir. Bu cür mü davam eləməlidir, yoxsa biraz yumşaltmalıdırmı, yoxsa biraz daha da sərtləşməlidir, yoxsa uşağın dediklərinə münasibətdə özü bir alternativ yol mu seçməlidir?
bu qədər prosesin ortasında, bu qədər dəyişən mühitin ortasında, dəyişən zamanın ortasında, bu qədər emosional yüklənmiş olduğumuz bir dövrdə və xüsusilə də sosial şəbəkələrdən gələn bir müqayisə mədəniyyətinin vüsət aldığı bir dönəmdə düşünürəm yaxşı ata olmağa çalışmaq, yaxşı ata olmaq bu gün ən ağır tasklardan biridir. Yəni task kimi baxırıqsa, ən ağır işlərdən biridir. Ona görə mən bu gün bütün cəhdlərimlə çalışıram ki, daha yaxşı ata necə ola bilərəmsə, onun həll yollarını tapım. Bu bir. Bu bir. İkinci. İkinci, sosial statusum yalnız bundan ibarətdir hal-hazırda. Çünki digər sosial statusların bundan daha üstün olduğunu düşünmürəm. Ona görə mənim üçün hal-hazırda, bu yenə dediyim kimi, ümumiyyətlə deyəsən ki, sən bir dənə atan olmayacaq ha? İndi mən inanıram ki, mənim deməli uşaqların digər valideyni də, anaları da düşünürəm ki, mənim bu fikrimi dəstəkləyir. Çünki biz ikimiz də daha yaxşı valideyn olmağa çalışırıq. O öz növbəsində, mən də öz növbəmdə. Çünki başqa bir sosial statusu düşünmək istəmirəm. Çünki o da əlavə bir efor istəyəcəkdir. Artıq mən düşünmürəm ki, bizim o qədər ciddi vaxtımız və yaxud da ciddi bir cəhdlərimiz ola bilər ki, alternativ bir sosial status yaradaq özümüz üçün. Ona görə bu sosial statusların arasında ən ağırı və ən edilməli olanı budur deyə düşünürəm. Ona görə yaxşı at olmağa çalışıram hal-hazırda. Okay. Bu gün həyatın hansı mərhələsindəsən? Yaxşı sualdır. Bu gün həyatımın belə deyək, daha çox düşünən mərhələsindəyəm. Çünki indi yaşımın da elə bir vaxtıdır ki, həyatın elə bir dönəmidir ki, məsuliyyətlərlə yükləndiyimiz bir dönəmdir. Bu dönəmdə düşünməyə vaxt tapmaq çox çətindir, amma mən düşünmək tərəfdarıyam. Niyə? Nə qədər yükümü azalda bilərəm, nə qədər emosional azadlığa çıxa bilərəm, nə qədər Emosional azadlıq. Emosional azadlıq, bəli, bu gün bir çox adam fikirləşir ki, maliyyə azadlığı, nə bilim, maddi azadlıq daha önəmlidir. Məncə xeyr, emosional azadlıq hər şeydən önəmlidir. O nə deməkdir? Biz bu gün bütün ətrafımızdakı bütün insanlara baxsaq, hamının bir gün baxırsan ki, çox ciddi motivasiyası var, bir gün yoxdur. 3 gün çox yaxşıdır, 3 gün pisdir. Gündəlik olaraq fərqli emosional vəziyyətlərə düşür. Bunun da səbəbi bizdən asılı deyil. Nə mənada bizdən asılı deyil? Çünki dediyim kimi, dünya o qədər sürətli inkişaf eləyir ki və sosial şəbəkələr o qədər sürətli informasiya təzyiqi ilə üzləşdirir ki bizi. Biz bu gün baxırıq ki, məsələn, mən əziyyət çəkmişəm, oxumuşam, təhsil almışam, öz əziyyətimlə fərqli bir karyera qurmağa çalışıram. İşdən çıxırsan, axşam gedirsən evə, 2 dəqiqə TikTokda reelslərə baxanda baxırsan ki, sənin bir sinif yoldaşın çox ciddi fərqli bir həyat tərzi yaşayır, amma dünya görüşü, ümumi onun həmin dövrdə aldığınız təhsil, onun təhsilə yanaşması, onun inkişafa yanaşması tam fərqli olub, səninki tam fərqli olubdur, amma o çox ciddi həyat bu fərqlidir də. Bəziləri üçün o həyat tərzi arzulanandır, bəziləri üçün arzulanmayandır da. Amma mən ehtimal eləyirəm ki, bir çox insanlar ona baxıb biraz o həyatı arzulamağa çalışırlar. Bu cür emosional dağınıqlıq dövründə ki biz müxtəlif situasiyalarda müxtəlif emosional dağınıqlıq yaşayırıq. Ay məndə niyə belə alınmadı, filan kəsdə alındı, mən niyə bunu eləyə bilmədim, filan kəs elədi. Ona görə emosional azadlığa çıxmaq lazımdır. Emosional azadlığa çıxmağın da yolu təbii ki, sən başa düşməlisən ki, ümumiyyətlə sənin yaşama məqsədin nədir? Sən nə üçün mücadilə aparırsan, nə üçün mübarizə aparırsan, ona münasibətdə emosional azadlığa çıxa bilərsən. Yox, bunu tapmamısansa, sən hər gün baxacağın reelslərdən, baxacağın videolardan, podkastlardan, çıxışlardan müxtəlif emosional təsirlərlə üzləşəcəksən. Ona görə düşünürəm ki, emosional azadlığa çıxmaq ən önəmli şeylərdən biridir. Ona görə də düşünmək lazımdır. Sən düşünməlisən ki, bugün mən nə istəyirəm, mənə nə lazımdır, mən özümü harda görürəm, necə biri görürəm, ona münasibətdə artıq o
düşündükcə emosional yükü azaldacaqsan deyə düşünürəm. Sən nə istəyirsən? Sualdan sual çıxır, Toğrul. Mənim işim budur. Mən nə istəyirəm? Mən Bölüşə biləcəklərindən də əlbəttə. təbii ki, bölüşə biləcəklərimi danışım. Bu ümumiyyətlə sual biraz nisbi sualdır. Mən istəklər insan zaten elə bir varlıqdır ki, onun istəklərinin, arzularının bir sərhədi olmur da. İlk ağlına gələn nələrdir? İlk ağlıma gələn nədir? Mən belə deyim də, davasız, mübahisəsiz, özümü yormadan yaşaya biləcəyim bir həyat istəyirəm. Bu hər şeyə aiddir. Dostlarıma münasibətdə, iş həyatıma münasibətdə, ailə həyatıma münasibətdə, övladlarıma münasibətdə, öz valideynlərimə münasibətdə. Çünki istənilən mübahisə, istənilən narahatçılıq, istənilən davaya bənzər müzakirələr insanın vaxtından gedir, insanın özündən gedir, insanı emosional olaraq tükəndirir, səni düşünməməli olduğun şeyləri səni düşündürməyə vadar edir. Ona görə düşünürəm ki, sakitlik, daha rahat yaşaya bilmək, bəzi proseslərə daxildən müdaxilə etmədən, kənardan o proseslərə baxmaq və özün üçün dərs çıxartmaq ki, okey, mən baxdım filan kəsdə bu addımları atdı, filan şey baş verdi. Ona görə mən bu addımları atmayıb daha fərqli bir sakit, stabil həyat yaşamağı seçirəm. Ona görə düşünürəm ki, sakitlik, stabillik, davasız, mühakiməsiz və müqayisəsiz bir yaşam tərzi istəyirəm. Ona görə də bu təbii ki, bu çox çətindir. Dediyim amillər var. Sosial şəbəkələrin təsiri, informasiya təzyiqi və s. və ilaxır. Bunu bacarmaq çox çətindir, amma mən çalışıram ki, bunu bacarım. Amma nə qədər alınır, nə qədər alınmır, təbii ki, bilmirəm. Bunu mənim oponentlərimdən bunu mənim oponentlərimdən soruşmaq lazımdır ki, nə qədər alınır, nə qədər alınır. Son iki sualda sən bir dənə yerə vurdun. İkinci sualda sonda vurdun, o pis sualda ortada vurdun. Sən müqayisədən danışdın və ya rəqabətdən danışdın. Bu gün misal üçün mən daxil amma sosial media istifadəçisiyik və istər-istəməz biz digər insanların həyatını görürük. Biz deyirik ki, müqayisə eləmə. Yaxşı, bu insan deyir ki, baxır, deyir, yaxşı müəllim, Kamil müəllim, Toğrul müəllim, mən müqayisə eləməməyə hazıram. Müqayisəni nə ilə dəyişməliyik? Müqayisəni nə olmalı müqayisəni? Mən demirəm ki, hamı deyir ki, biz müqayisə etməməliyik. Mənim şəxsi yanaşmamdır o ki, biz müqayisə etməməliyik. Razıyam. Çünki hərənin bir həyat fəlsəfəsi var, hərənin bir yaşam dövrü var. Sən nə vaxt dünyanı dəyişəcəksən, bunu heç kim bilmir. Mənə verilən bu 20 illik, 30 illik, 60 illik bir dönəmi mən həyatımı Toğrullarla, Kamillərlə, Əlilərlə müqayisə edərək keçirdəcəmsə, onu mən yaşamamış kimi qəbul edirəm. Müqayisə əvəzinə nə etmək lazımdır? Sən öz həyat məqsədini başa düşməlisən. O məqsədə uyğun, o məqsədə çatmaq üçün hansı inkişaf yolları keçməlisən? Onu müəyyənləşdirməlisən və ona uyğun da həyatı yaşamalısan. Bu hər şeyə aiddir. Həm sosial həyata, həm karyera həyatına, həm digər. Çünki müqayisə insanı mən düşünürəm ki, belə deyək də, məntiqsiz addımlar atmağa məcbur edir. Sən düşünmədən, məsələn, Toğrul kimi olmaq istəyirəm. Baxıram, Toğrul, misal deyirəm, çox yaxşı təlimlər deyir, bütün günü LinkedIn-də post paylaşır, maraqlı postlar paylaşır. Mən necə eləyim Toğrul kimi olum? Sən necə eləyim Toğrul kimi olum düşüncəsində olduğun sürədə özündən vaz keçirsən, özün olmaqdan çıxırsan. Özü olmayan hər bir şeydə sünidir. Özü olmayan heç bir şeydə təbiilik yoxdur. Ona görə özün olmalısan ki, təbii ola biləsən. Bu zaman xüsusilə də süni intellekt dövründə yaşadığımız bir zamanda təbiiliyin özü bu dəqiqə çox bahalı bir məhsula çevrilibdir. Yəni sən öz təbiiliyini qorumalısan ki, müqayisə etməməyi bacarasan. Öz təbiiliyini qoruyanda artıq mən əminəm ki, hamı bir məhsul
çıxartmağı bacaracaqdır. Çünki hərənin bacarıq belə deyək, kapasitesi ayrıdır, fərqlidir. Mənim bacardığımı təbii ki, sən bacarmırsan, sənin bacardığını mən bacarmıram. Öz bacarıqların çərçivəsində özünə bir inkişaf yolu fikirləşməlisən. Bu bilmirəm necə olmalıdır. Bu hamının özünün öz təbiətinə, dəyərlərinə, mədəniyyətinə, ailə mədəniyyətinə, həyata baxışına münasibətdə formalaşan bir şeydir. O formalaşdıqca mən inanıram ki, hamı unikal, özünə məxsus, təbii olaraq məhsullar çıxarda bilər. Bunu başa düşəndə artıq heç kim özünü başqası ilə müqayisə eləməyəcəkdir. Müqayisə mən düşünürəm ki, mənə görə zəiflik əlamətidir. Sən Toğrulun da iki əli, iki ayağı var. Sənin də iki əlin, iki ayağın var. Toğrulun da bir düşünmək üçün bir IQ-su var. Sənin də IQ-un var. Misal Toğrul deyirəm, amma bu X, Y və s. Mən bu qabağında mənəm, normal. Qabağında sən olduğun üçün Toğrul deyirəm. Sən də sənə verilənlərdən birincisi şükür içində olmalısan. Bunların hamısı bir nemətdir. Sən bunun nemət olduğunu başa düşməlisən. Nemət olduğunu başa düşdüyün an şükür etməyə başlayırsan. Şükür etməyə başladığın anda artıq necə daha yaxşı kamil formalaşdıra bilərsən, necə daha yaxşı Toğrul formalaşdıra bilərsən, onunla məşğul olmaq lazımdır. Onunla məşğul olmuruqsa, onda başlayırıq müqayisə eləməyə. Bilirəm, maraqlı bir paradoks var burada. Bir tərəfdən deyirik ki, süni yox, özün ol, autentik, yaxşı bir söz var da, autentik ol. Digər tərəfdən deyirlər ki, bəs süni intellekt dövrüdür. Elə bir insanlar bunu nəsə bir səhv salırlar. Bir tərəfdən süniliyi öyrənirik, digər tərəfdən süni intellekti öyrənmirik. Ki, əksinə birində əks edir. Nə düşünürsən bu bağlı? Birincisi, süni intellektlə istifadə etmək o demək deyil ki, sən təbii olmamalısan. Bax, süni intellektin özündə də bir təbiilik var. Məsələn, bu gün tutaq ki, hamımız müxtəlif süni intellektdən istifadə edirik də, düzdür? Kimsə post yazır ki, mən təzə bir prompt tapmışam. Bu promptu yazın, filan şey olacaqdır. Bu artıq təbii proses deyil də. Bu süni intellektin içində bir sünilikdir. Yəni sən Toğruldan bir prompt tapdın. Mən demirəm bu pis bir şeydir. Təbii ki, hamı bildiyini paylaşmalıdır və s. və ilə axır. Amma süni intellektdən istifadə eləyərkən də belə özün ola bilərsən. Sən özünə uyğun promptlar verə bilərsən, öz yanaşmana uyğun, öz məqsədinə uyğun, öz məntiqinə uyğun, öz yaşamına uyğun, öz fəlsəfənə uyğun süni intellektdən istifadə edə bilər. Yox, sən süni intellektdən də Toğrul istifadə elədiyi kimi istifadə eləyəcəksənsə, onda süni intellekt süniləşir. Biz insanlar bəs niyə bu qədər süniləşirik səncə? Razısan ümumiyyətlə süniləşirik, yoxsa yox? Mən vallah özümdən deyim, mən düşünmürəm ki, təbii ki, yenə deyirəm, bunu mənim ətrafımdakı insanlar daha yaxşı deyə bilərlər. Mən süniləşdiyimi düşünmürəm. İnsanların da, yenə deyirəm, burada o qədər ciddi kənar təsirlər var ki, bu kənar təsirlərin arasından sağ çıxa bilmək, təbii qala bilməyin özü bu dəqiqə çox ciddi bir, dediyim kimi də, efor tələb edir, cəhd tələb edir və s. və ilə axır. Amma fikrinlə razıyam ki, artıq təbiilik, bəlkə də sünilik faizi, təbiilik faizini keçibdir. Amma biz çalışmalıyıq ki, maksimum dərəcədə bu təbiiliyimizi qoruya bilək də. Çünki yenə deyirəm, hamıya verilən bacarıqlar, verilən deyəndə ki, hamının qazandığı, öyrənməyə çalışdığı bacarıqlar fərqlidir və biz bu fərqlilik içərisində təbii qalmağı da bacarmalıyıq. Yəni demək istəyirsən ki, sən onda ətrafında insanların süniləşdiyini hiss eləmirsən? Yox, hiss edirəm. Əlbəttə hiss edirəm. Hiss edirəm, amma mən özüm bundan təsirlənmək istəmirəm. Mənim bu dəqiqə hal-hazırdakı ən böyük mübarizəm bundandır. Çünki insanın həyatı dalğalardan ibarətdir də, müsbət və yaxud da mənfi dalğalardan ibarətdir. Sən hansı dalğadasan hal-hazırda? Mən hal-hazırda müsbət dalğadayam. Bir mənfi dalğalanma dövründən keçmişəm. Hal-hazırda müsbət dalğalanma dövrüyəm. Sən müsbət və mənfi dalğalanmalar dövründə başa düşürsən ki, ətrafındakı insanlar sənə münasibətləri, özlərinə münasibətləri sünidir, yoxsa təbiidir. Bu dalğalanmalar
baş verməyəndə sənə zaten hamı xoş gəlir. Sən elə bilirsən ki, onun səninlə münasibəti çox təbiidir, çox yaxşıdır. Elə biz həmişə belə olmuşuq, indi də beləyik. Bax o mənfi müsbət dalğalanmalar olmalıdır ki, insan həyatında. O başa düşsün ki, ətrafında insanların nə qədəri sünidir, nə qədəri təbiidir. Səndə nə qədərdir? Tələs. Bu qəşəng sualdır. Məndə nə qədərdir? Bu yaxşı sualdır. Mən çox sevinirəm ki, mənim mənfi müsbət dalğalanma dövrümdə mən çox ciddi düşünməyə vaxtım olubdur. Bu prosesdə mənə çox yaxından dəstək verən, bu ümumiyyətlə insan həyatında müxtəlif dövrlərdə olur və olacaq da. Yəni heç kim qarantilənməyib ki, sənin həyat axışın, sənin karyera axışın, sənin ümumiyyətlə inkişaf müddətində hər şey əla olacaqdır, hər şey ideal olacaqdır. Belə bir şey yoxdur. Yoxdur. Burada sən dediyim müsbət mənfi dalğalamalara girməlisən. Zaten həyatın özü elə budur ki, sən onların həmin proseslərdə nə qədər səbr edə bilirsən, nə qədər dözə bilirsən, nə qədər o emosional dalğalanmadan çıxa bilirsən, bunlar özü ayrıca bir müzakirə mövzularıdır da. O proseslərdə insan başa düşür ki, onun ailəsindən önəmli ikinci bir sosial çevrə yoxdur. Bu ailə dediyimin içində çox şey yatır da. Bu valideynlər olsun, həyat yoldaşı olsun, övladlar olsun, yaxşı qohum varsa, yaxşı qohum olsun. Amma sən mənim hər sualıma cavab verməmisən aramızda. Mən bilirsən yoxsa yox. Bilirəm. Mən suala cavab verim. Məndə deyərdim ki, bu belə deyək də nə şişi yandıraq, nə kababı yandıraq. 50-50-yə deyərdim. 50% insanlar, ətrafımdakı insanlar təbiiliyini qoruyub saxlaya biliblər. 50% insanlarda isə sünilik təbiiliyi artıq keçibdir. Okay. Artıq keçibdir. Mən mövzunu biraz dəyişmək istəyirəm icazənlə. Kamillə biz məşğula getmək işlərində tanış olmuşuq 2020-ci ildən, 6 ildə maşallah. Deməli, Kamil, mən elə rusların bir sözü var, vapros rebrom, konkret mövzuya girmək istəyirəm. Dövlət qurumları hal-hazırda ümumiyyətlə bir çoxlarında neçə ildir başlayan bir islahat sistemi var. Bir qismində bu çox uğurludur, bir qismində uğurludur, bir qismdə istəyirlər ki, uğurlu olsun, belə deyək, və biz də istəyirik ki, əlbəttə ki, belə olsun. Bəs səncə dövlət qurumlarında və ümumiyyətlə qurumlarda, ümumi götürsək, qurumlarda götürsək, islahatlar niyə heç də hər zaman uğurlu olmur? Ümidvaram ki, kifayət qədər politkorik sual verdim də. Hə, Toğrul, biraz razıyam ki, biraz ağır sualdır. Buna da cavab vermək özü həqiqətən də çətindir ki, niyə islahatlar uğursuzdur, amma çalışacağam ki, cavab verim. Gəl məncə biz islahatın niyə uğurlu uğursuz olmağından əlavə düşünürəm ki, biz birinci baxmalıyıq ki, ölkədəki idarəetmə düşüncəsi, idarəetmə yox, idarəetmə düşüncəsi hansı səviyyədədir? Ona görə gəl birinci baxaq ki, idarəetmə düşüncəsinin özü hansı inkişaf yollarını keçibdir. Bu yaxınlarda oxuduğum bir kitabda belə bir şey yazılmışdır və düşünürəm ki, çox ciddi mesajdır. İdarəetmə düşüncəsinin keçdiyi bir inkişaf yoluna nəzər salaq. Ta quldarlıq dövründən bu yana işə götürənlər əvvəlcə öz əməkdaşlarının quldarlıq, qul və s. və ilaxır. İşə götürənlər əvvəlcə öz əməkdaşlarının belə bir qənaətdə olublar ki, öz əməkdaşlarının doyurmalı olduqları bir qarınları var. Onlara yemək versək, onlara yaxşı paltar versək işləyəcəklər. Bu idarəetmə düşüncəsinin birinci mərhələsi. İkinci mərhələdə işə götürənlər başa düşdülər ki, əməkdaşların ürəkləri var. Onların hisslərinə xitab eləmək lazımdır. Onların duyğularına xitab eləmək lazımdır. Onları motivasiya etmək lazımdır. Əmək haqqı ilə, vəzifə ilə və s. və ilaxır. Okay? Bu ikinci düşüncənin, idarəetmə düşüncəsinin ikinci inkişaf mərhələsidir. Üçüncü, işə götürənlər başa düşdülər ki, əməkdaşların beyinləri var. Və başladılar onları strateji qərarlarda iştiraklarını təmin eləməyə. Sonra gördülər ki, təşkilatlar bu hallarda öz hədəflərinə daha tez çata bilirlər.
Bu idarəetmə düşüncəsinin 3-cü inkişaf yoludur. 4-cü inkişaf yolu isə bu gün dünya qlobal rəqabət mühitində sağ qala bilmələri üçün işə götürənlər başa düşdülər ki, əməkdaşları fərqli mədəniyyətlərə sahibdirlər, fərqli dəyərlərə sahibdirlər, fərqli fəlsəfələrə sahibdirlər. İndi işə götürənlər bunu başa düşməyə çalışırlar. Çünki bu gün qlobal rəqabət mühitində sağ qalmaq üçün bunları başa düşmürsənsə, o rəqabətdə uduzacaqsan. İndi gəl baxaq görək sən sualı verəndə, mən suala əks sual verə bilərəm də, düzdür? Nə qədər istəyirəm. Nə qədər istəyirəm. Sən bu sualı verəndə sənə görə bizim yerli mühitdə təşkilatlarımız, dövlət qurumu, özəl sektor fərqi yoxdur. Bu idarəetmə düşüncəsinin keçirdiyi inkişaf yolunda hansı mərhələdəyik? Təbii ki, birinci mərhələdə bəlkə də birinci mərhələdə Üzr istəyirəm. Məncə kifayət qədər öz əməkdaşlarına qul kimi baxan rəhbərlər var. Sən bu 4 inkişaf mərhələsində qəbul edirsən, düzdür? Məntiqini də başa düşdün böyük ehtimal ki, söhbət nədən gedir. Sənə görə, çünki mənim verəcəyim cavablar, daha doğrusu vermək istədiyim cavablar sənin təşkilatları bu idarəetmə düşüncəsinin hansı mərhələsində olmağından asılıdır. Sən məsələn sənə görə 2-ci mərhələdədirsə, mən islahatları 2-ci mərhələyə münasibətdə dəyərləndirim. 3-cü mərhələdədirsə, amma mənim özümün də ona uyğun bir düşüncəm var. Səncə hal-hazırda Azərbaycan reallığında dövlət qurumları və özəl sektor bu idarəetmə düşüncəsinin hansı mərhələsindədir? 1-3 arası. 1-3 arası. 1-də olanlar da var məncə. 2-də olanlar da var, 3-də olanlar da var, 4 görməmişəm. 4-də olmaq istəyən komanda var idi, tanıyıram şəxsən. Amma hələ ki qismət olmadı, amma ki 1-3 arası dəyişir. İndi mən nazirlik qurum keçim yoxsa yox, təbii ki, onu istəmirəm. 1-3 arası belə başa düşdük ki, idarəetmə düşüncəsinin 4-cü mərhələsi, yəni əməkdaşların dəyərlərinin, onların fərqli mədəniyyətlərin olduğunu düşünən təşkilatlarımız hələ o mərhələyə gəlib çatmayıblar. Varsa da çox azdır. 3-cü mərhələ dediyimiz ki, əməkdaşların beyinləri var, onları salaq strateji işlərimizə. Sənə görə bu neçə təxmini hansı faiz aralığındadır? Məncə bizneslə dövlət arasında dəyişir bu faiz. Hansında daha çoxdur? Biznesdə məncə daha çoxdur. Bunu mən biznes və dövlət olaraq ayırmaq istəmirəm. Çünki idarəetmə düşüncəsi, bu 3-cü səviyyə idarəetmə düşüncəsində olan rəhbər, lider, özəl sektorda və yaxud da dövlət qurumu harda olursa olsun, təbii ki, onu tətbiq etməyə çalışacaqdır. Biz baxmalıyıq ki, və bu gün tendensiya göstərir ki, dövlət qurumlarına olan təyinatlar bu və ya digər şəkildə daha çox 3-cü hissədə olan düşüncəyə sahib insanlardır ki, onlar o proseslərdə əməkdaşlarına güvənməyə çalışırlar ki, onlar bizim bütün strateji qərarlarımızda iştirak eləsinlər. Amma daha çoxunluq hissə düşünürəm ki, 2-ci hissədə hələ ilişib qalıbdır. Biz ancaq əməkdaşlarımıza qərar verə bilmirlər ki, eləyək yoxsa yox, necə eləyək? Bəli, tam doğru. Biz əməkdaşlarımıza motivasiya verməliyik. Onların duyğularına xitab eləməliyik, onları sevindirməliyik və s. və ilaxır. 2-ci mərhələdən 3-cü mərhələyə keçid edənlər də var, razıyam. Edə bilməyənlər də var. 4-cü mərhələ artıq biraz kritikdir. Ona görə mən islahatları, niyə islahatlar uğursuz olur? Bax, bu düşüncə tərzləri keçid eləyə bilən rəhbərlər islahatlarında uğur əldə edə bilirlər. Keçid eləyə bilməyən rəhbərlər də uğur əldə edə bilmirlər. Amma ümumiyyətlə islahatın mənə görə təşkilatdakı islahatların uğurlu və yaxud da uğursuz olmağının səbəbi bir mənalı şəkildə təşkilati mədəniyyətdən asılıdır. Niyə təşkilati mədəniyyətdən asılıdır? Çünki təşkilati mədəniyyətin özü ayrıca bir fəlsəfədir. Bu gün əfsuslar olsun ki, təşkilati mədəniyyət deyəndə bir çox hallarda yenə sual verim sənə. Təşkilati mədəniyyət deyəndə ağlına gələn ilk şey nədir? Təşkilati mədəniyyət deyəndə ağlıma ilk gələn şey yoxsa gəlməli olan şey? Gələn şey nədir? Gəlməli olan şeyi müzakirə edəcəyik. Təəssüf ki, təşkilati mədəniyyət deyəndə ağlıma gələn dress code-dur Azərbaycanda. Əla. Amma bu olmalı deyil də, sizdə belə baxın. Nə olmalıdır?
Məncə təşkilati mədəniyyət qurumların qərar vermə prosesində ümumiyyətlə də nə qədər əməkdaşlar prosesin içindədirlər, qurumda qərarlar necə verilir, nəyə əsasən verilir, təşkilati mədəniyyət odur ki, nə qədər insanlar prosesin içindədirlər məncə, nə qədər onların sözü nəzərə alınır. Yəni, proses necə işləyir? Təşkilati mədəniyyət deyəndə bu müsbət, mənfi də ola bilər də. Tutaq ki, qərar vermə ola bilər ki, bir nəfər qərar verir. Bu da təşkilati mədəniyyətdir. Bir mənada. Hə, amma mən müsbət prizmadan baxıram ki, müsbət təşkilati mədəniyyət odur ki, həqiqətən də elə insanlar yığılıb ki, onlar həqiqətən bu prosesə inanırlar. Prosesdə onların sözləri eşidilir, onların prosesin içindədirlər, qərar vermənin içindədirlər, elə və yaxud da belə prosesin içindədirlər. Və onları birləşdirən sadəcə burada maaş deyil və bunlar bu vizyona inanırlar. Və onları birləşdirən düzgün rəhbərlər var, hansı ki, bu mesajı yuxarıdan aşağı çatdırırlar və aşağıdan yuxarı gedirlər. Yəni, and they have a right to speak up. Yəni, hər kəsin danışmaq haqqı var. Yəni, təşkilati mədəniyyət ümumi olaraq məncə belə olmalıdır. Yəni, düzdür, bunun şeyləri, simvollar da var da. Misal üçün, bunun town halllardır və yaxud team buildinglərdir və yaxud da dəyərlərin müəyyənləşdirilməsidir. Dəyərlər, misal, biz etdiyimiz kimi, məşğulata etdiyimiz kimi yuxarıdan aşağı dəyərlərin gəlməsidir. Yəni, məncə təşkilati mədəniyyət qərar vermə davranışla bağlı olan şeylərdir də. Və sən bunu bir qayda ilə müəyyənləşdirə bilmirsən. Tam doğru, razıyam səndən. İcazə ver mən biraz da açmağa çalışım. Hər hansı bir islahat təşkilati mədəniyyətə toxunmursa, o islahatın uğursuz olma ehtimalı 99%-dir. Uğurlu olan islahatlar da fraqmental islahatlardır. Bununla bağlı bir təcrübəni bölüşəcəm. Təşkilati mədəniyyət nədir? Gəl birinci mədəniyyət nədir ona baxaq. Sonra keçək ki, təşkilati mədəniyyət nədir ona baxaq. Mədəniyyət qısası budur ki, bizdə belə olur dediyimiz hər şey mədəniyyətdir. Bəli. Ailəmizdən mən ümumiyyətlə idarə etməni ailə idarə etməsi ilə kifayət qədər üstə düşdüyünü düşünən bir insanam. Ailədə olan proseslər birmənalı olaraq iş həyatındakı idarə etməklə mən deyərdim ki 90-95% üstə düşür. Ona görə o belə deyək, müqayisələr çox ciddi şəkildə yerinə düşür. Biz ailədə heç kim bizə valideynlərimiz formal bir yazılı bir kitabça vermir də ki, doğru bizim ailədə bu belə olmalıdır, bu belə olmalıdır, bu belə olmalıdır. Düzdür? Heç kim isə demir. Okay? Yəni sənə bir formal çərçivə yaratmırlar. Amma biz başa düşürük ki, bizim ailədə qonaq gələndə qonağı necə qarşılamaq lazımdır. Okay? Böyüklə necə danışmaq lazımdır, böyüyə necə hörmət eləmək lazımdır. Ailə daxili mübahisələr hansı üsullarla həll olur? Ailə daxili sirlərin paylaşılma sərhəddi nədir? Düzdür. Bunları bizə heç kim öyrətməyib ki. Yəni sən bəlkə də öyrədiblər, amma ki bu təbii olur da. Ay sağ ol. Yazılı olmuyor bu. Tam doğru. Bunu heç kim bizə yazıb verməyib. Bəli. Düzdür. Biz zamanla görmüşük ki, artıq biz də bu prosesin bir parçasıyıq. Bizim də evimizə qonaq gələndə başa düşür ki, atam qonağı belə qarşılayırdı. İndi mən də belə qarşılamalıyam. Durmalıyam, onu qarşılamalıyam. Tez deməliyəm ki, xahiş edirəm bir stol açın, biz yeyək, içək, qonaq belə qarşılanmalıdır və s. və ilə axır. Düzdür? Eyni misal, gəl baxaq təşkilatlarda necə işləyir. Tam dediyin kimi, təşkilatlarda heç kim öz əməkdaşına demir ki, bu qurumda qərarlar necə qəbul olunur. Yazılı olaraq bunu heç kimə vermir. Düzdür? Yəni bir nəyə əsasən qərar verilməlidir? Ayson, nəyə əsasən qərar verilir? Qərarlar necə verilir? Rəhbərlə münasibət necə qurulmalıdır? Bu qurumda səhvlərə münasibət necədir? Səhvlər risk daşıyıcısıdırmı, yoxsa səhvlər bir inkişaf fürsətidirmi? Təşəbbüslərə reaksiyalar necədir? Konfliktlər necə idarə olunur? Gizli mi idarə olunur? Gizli mi həll olunur, yoxsa açıq mı həll olunur konfliktlər? Bir dənə sözünə qüvvət. Yəni bizdə nəyə yaxşı baxırlar və nəyə pis baxırlar? Ay sağ ol. Tam doğru. Bax, bunları heç kim əməkdaşa demir. Maksimum biz əməkdaşa nə edirik? Ən yaxşı şəkildə, ən yaxşı
belə deyək də, sistem qurmuş qurumlarımızda belə yeni əməkdaş gəlir, adaptasiya proqramı deyilən bir proqram olur. Bu proqram çərçivəsində əməkdaş bir həftə ərzində təşkilatın missiyası, vizyonu, rəhbərliyini tanıdırlar. Bax, filankəs müəllimdir, onu görəndə salam ver, o gələndə belə elə, bizim təşkilat bunun üçün var və s. və ilaxır. Ən uğurlu adaptasiya proqramlarında təşkilatın fəaliyyət istiqamətinə uyğun olaraq funksional 1-2 günlük təlimlər keçirirlər. Bəli. Bir həftədən sonra əməkdaşı göndərirlər masa başına ki, get otur, başla işləməyə. Bəli. Okay? Bu əməkdaş gəlir, oturur. Biz ona demədik ki, burada qərarlar necə verilir və s. və elə bayaq danışdığımız şeyləri izah eləmədik ona. Düzdür? Çünki hər hansı bir kitabça da yoxdur bununla bağlı ki, verək ona. Amma əməkdaş 10 gündən sonra, 15 gündən sonra başa düşür ki, bu təşkilatda normal davranışlar nə sayılır? Qeyri-normal davranışlar nə sayılır? Bax, bu bizdə belə olur deyilən hər şeydir. Yəni, təşkilati mədəniyyət, təşkilatın illərlə formalaşdırdığı təcrübələrdən doğan, danışılmadan ötürülən, yazılmadan verilən və kollektiv şəkildə yaranan düşüncə və davranış normaları sistemidir. Bu təşkilati mədəniyyətdir. Bax, sənin də dediyin kimi dress code, team building və s. və ilaxır. Bunlar mədəniyyətin, belə götürək ki, bax, təşkilati mədəniyyəti bir buzdağına bənzədək. Buzdağı fəlsəfəsi nədir? Bir görünən hissəsi var, bir görünməyən hissəsi var. 10% hissəsi görünür, təxminən 90% hissəsi görünmür. 10% hissəsində görünən şeylər sən dediyin şeylərdir. Dress code-dur, nə bilim, ünsiyyət tərzidir, salamlaşmadır, rituallardır, biz ad günləri necə keçirdirik, biz bir-birimizi necə təbrik edirik və s. və ilaxır. Dəyərlərdir. O 90% hissə var ha. Bax, o təməl inanc mərhələsidir. Yəni təşkilati mədəniyyətin DNT mərhələsidir. Bütün davranışlarımızı təşkilat daxili baş verən bütün davranışların səbəbi o 90%-də gizlidir. O təməl inanclarda gizlidir. Yəni bu davranış niyə baş verdi? Əməkdaş niyə belə davranır? Ha sən team building keçir, ha sən hər yerə yaz dəyərlər və s. Heç bir şey dəyişmir. Niyə? Çünki sən təməl inancı başa düşməlisən. Bu davranışı yaradan əsas səbəbi başa düşməlisən. Mənim sualıma qayıtsaq, sənin sualına ki, islahatlar niyə işləmir? İslahatların işləməməsinin səbəbi biz təşkilatda, bu yaxınlarda bir təşkilat dəvət eləmişdilər ki, bizdə islahatlar başlayıbdır, bir ilə yaxındır, bir ildən artıqdır ki, islahat eləyirik, amma proses qayıdıb əvvəlki vəziyyətinə, yenə bir durğunluq dövrü var və s. və ilaxır. Bugün biz islahat nəyə deyirik? Yəni, bugün bir çox tərəflərə baxsaq, baxarıq ki, islahatların bir çoxu rəqəmlə olan islahatlardır. Yəni, filan şey belə oldu, filan şey qaldırıldı və s. və ilaxır. Çünki rəqəmlə olan islahatlar etmək asandır, amma fikir islahatı, komandanı o vizyona uyğunlaşdırma islahatı, komandanı bir vizyon ətrafında birləşdirmək islahatı çox ciddi proses və çox ciddi belə leadership bacarıqları tələb edir. Getdiyim qurumların birində bu yaxınlarda onlar biz bir strategiya hazırlamışıq, bir il ərzində bunları eləyəcəyik, strategiyamız bəllidir, burada yazılıbdır, biz belə eləməliyik. Bir təxminən 6 aya yaxın proses getdi, amma 6 aydan sonra hər şey dəyişibdir. İndi o rəhbərlə söhbət edirik, ona deməyə çalışıram ki, nə qədər uğurlu strategiya yazırsan yaz, nə qədər uğurlu islahat planı olursa olsun, əgər sən təşkilati mədəniyyətin arxasında dayanan təməl inancı təhlil etməmisənsə, başa düşmürsənsə, edəcəyin bütün islahatlar uğursuz olacaq. Ona görə uğursuz olacaq ki, o islahatı edən zaten insanlardır. Sən öz-özünə islahat eləmirsən, sən bir vizyon yaradırsan, o vizyonu icra edənlər əməkdaşlardır, düzdür. O əməkdaş əgər düşünürsə ki, əşi, mənim nəyimə lazımdır bunu eləmək. Onsuz da gedib nəsə desəm ki, gəlin bunu belə eləyək, məni orada sıxışdıracaqlar. Bu riskli təklifi versəm, məni belə eləyəcəklər. Təşəbbüs eləyəndə belə olur. Bu kimi müxtəlif bir inancları var. Bax, o inanclar onların gündəlik davranışlarını tənzimləyir.
o cür inanclarla tənzimlənən davranışlarda islahat baş verə bilməz. Mümkün deyil. Yaxşı, belə bir sual verim də, onu da icazənlə. Sən leadershipdən danışdın. Burada islahat prosesində liderin rolu böyükdür. Bəs bir qurumun əgər başında duran insan islahat eləmək istəyirsə və çox da lider deyilsə, daha çox icraçıdırsa, onda nə etmək lazımdır? Ərizə yazıb çıxmaqdan başqa. Elə bir case ola bilər. Mümkündür. Mümkündür ki, qurumun rəhbəri yəqin ki, söhbət təşkilatın birbaşa rəhbərindən gedir. Düzdür, hansı komanda rəhbərindən yox, təşkilatın birbaşa rəhbərindən. Prosesin başında duran insan. Prosesin başında dayanan insan. Hə, bu halda biz çalışmalıyıq ki, ola bilər. Yəni insandır. Mən demək istəmirəm ki, o səhvdir, orada olmalı deyil. Xeyr, elə orada olmalıdır. Amma biz baxmalıyıq ki, bizim öhdəmizə düşən nədir? Bax, sən Toğrul olaraq, mən Kamil olaraq, ümumiyyətlə X bir əməkdaş, sən əməkdaş olaraq səlahiyyətlərin çərçivəsində öz üzərinə düşəni eləməyə hökümlüsən deyərdim. Bu bir vicdani hökmdür. Sən vicdan olaraq təmiz olmalısan ki, mən öz rəhbərimə getdim, dedim ki, bax gəl, təbii ki, belə bir şərait varsa da, bax dedim, o təşkilati mədəniyyət budur. Sən onu gəlib deyə bilirsənmi ona? Onun reaksiyalarını, onun sənə verəcəyi emosional reaksiyanı proqnozlaşdıra bilirsənmi ki, mən bunu gəlib desəm, mən hansı reaksiya ilə qarşılaşacağam? Hesab edək ki, normal reaksiya ilə qarşılaşacaqsan, ona görə bizim öhdəliyimiz odur ki, biz rəhbərə bunu ötürək ki, bax, bu şeyləri eləsək daha yaxşı olar, bu şeyləri daha yaxşı olar və s. və elə. Bu anda da rəhbər bunları etmirsə, sənin edəcəyin ən uğurlu addım təbii ki, oradan ayrılmaqdır. Ayrılıb, o bir misalla var, sən su hava limanında qiyməti 10 manatdır, marketdə 1 manatdır. Yəni, sənin olduğun yer sənin dəyərinin ölçüsü ilə bərabər olan bir şeydir. Yəni, əgər burada sənə dəyər verilmirsə, sən öz dəyərli yerini gəlib tapacaqsan da. Ona görə onun ən rahat yolu, ən rahat yolu deməyək də, yəni alternativsiz, seçimsiz, məntiqli bir dənə addımı qaldır ki, mən işdən ayrılmalıyam. Çünki qalarsansa, böyük ehtimalla ki, belə deyək, uzun zaman çərçivəsində sən də artıq o prosesin bir parçası olmuş olacaqsan, sən də icraçıya çevriləcəksən, sən də icraçı olmağa başlayacaqsan və s. və ilaxır. Kamil, sən indi son 2 iş yerində HR-la bağlı işləmsən, düzdür? Aşağı-yuxarı, bəli. HR niyə belə gündədir? Sual ayrı cür deyə bilmədim. Çox fikirləşdim ki, bunu daha diplomatik deyim. Niyə belə gündədir? Yoxsa elə gündə deyil. Və elə indi sualla cavab verməyə çalışım ki, yəni HR nə gündədir ki, nə olub ki? Sən necə görürsən onu? HR əladır. Nə olub? HR hər şey qayda. Mən Azərbaycandakı HR proseslərinə baxanda, HR fəaliyyətlərinə baxanda, tanış olduğun HR-lar görəndə mən öz adıma deyə bilərəm ki, çox az HR görmüşəm ki, hansısa həqiqətən də o sözə layiqdirlər. Mənim gördüyüm HR-ların bir qismi öz komplekslərini onunla tənzim etmək istəyən, onunla onu həll eləmək istəyən, öz güvənsizliyini onunla doldurmaq istəyən, həyatda çox da axıra kimi nə olduğunu anlamayan, amma insanlara karyera planlaması vermək istəyən, öz egosunu tatmin etmək istəyən, korporativ məiyyəti qurmaqdansa korporativ məiyyəti dağdan, qeybətdən şikayət edib qeybət eləyən bir HR-lar görmüşəm. Hamısına aid deyil əlbəttə ki. Hamısına aid deyil. Amma həqiqətən də mən gördüm o ki, bizdə HR-la bağlı bir ciddi bir mindset boşluğu var. Ona görə dedim ki, bəlkə indi sənlə biz ayrı dünyada yaşayırıq. Və mən gördüyüm HR-lar istisnadır, amma mən bir qismi buradan. Gəl prosesə biraz fərqli tərəfdən baxaq. HR-ın da bir insan olduğunu qəbul eləməliyik. O da bir insandır. Onun da problemləri var. Onun da emosional yükü var. Onun da sosial yükü var. Onun da peşəkar yükü var və s. və ilaxır. Ona görə bugün HR-ların üstünə bu qədər düşülməməlidir deyə düşünürəm. Amma hər peşənin, hər sahənin özünün olmazsa olmazları var. Yəni sən bu cür xarakterə malik insanları bu sahədə işlətməlisən
bu cür xarakterə sahib insanları bu sahəyə təyin eləməlisən deyək. Ona görə HR-da da düşünürəm ki, insana bağlı olmaq, insanın dəyərlərini başa düşmək, birinci öz dəyərlərini başa düşmək, hamının dəyərlərinin olduğunu başa düşmək, hamının emosiyalarının olduğunu başa düşmək, hamının hisslərinin olduğunu başa düşmək, hamının yükünün olduğunu başa düşmək. Və bu cür xarakterdə və xasiyyətdə HR bu cür xarakterdə və xasiyyətdə olmalıdır. Nə qədər rəsm görmüsən? Səmimi sual. Çətin sualdır, doğru ki, nə qədərini görmüşəm. Mən inanıram ki, az deyil, çoxdur. Amma bunun əks olan nümunələr də kifayət qədər çoxdur. Amma yenə deyirəm, burada bax deyirik ya ki, HR egosunu tatmin eləmək istəyir. Mən burada problem görmürəm. HR egosunu tatmin eləməlidir, amma Nəyin hesabına? Amma o egosunu komanda hesabına tatmin eləməli deyil. Onun egosunu tatmin eləyən şəxs onun birbaşa rəhbəri olmalıdır. O ona elə bir münasibət göstərməlidir ki, o onun motivasiyasını, o onun hisslərini, o onun prosesə münasibətini elə ciddi səviyyədə idarə eləməlidir ki, onun o öz egosunu gedib başqa yerdə tatmin eləməsin. Olmazmı ki, biz ümumiyyətlə daha çox özünü tapmış, özündən barışıq bir insanı HR direktor qoyaq. Nəinki həyatda elə də o mərhələdə olmayan insanı qoysan, hansı ki, həqiqətən də buna hazır deyil. Bu sual, bunu eləyə bilməyimiz üçün gəl baxaq görək bir insan ortalama nə vaxt özünü tapa bilir? Nə vaxt tapır? Sual verirəm, nə vaxt tapa bilir? Deyim də, adam həyatda dəyərlərini biləndən sonra... Nə vaxt? Bax, mən sənə bir dənə sual verim. Bəli. Sualla cavab Problem yoxdur. Bax, bugün aşağı-yuxarı burada sənin də, mənim də ümumiyyətlə 99% iş axtaranların CV-sində baxsa, hamı yazıb ki, xarakter hissəsində tutaq ki, yazıb ki, dürüstlük. Düzdür? Onda ölkədə hamı dürüstdür də, belə çıxır. Yox, əlbəttə ki. Yox, əlbəttə ki. Düzdür? Biz o dəyəri yazmaqla, o dəyəri deməklə mən dürüstəm, sən dürüst olmursan. Sən bu gün Toğrul sual verim sən. Toğrul özünü dürüst hesab eləyir? Eləyirmi? Bəli. Tutaq ki, hə. Okay? Bəli. Mən sənə deyim ki, sən dürüstlük dəyəri axırıncı dəfə nə vaxt test etmisən? Dürüstlük dəyərimi nə vaxt axırıncı dəfə test eləmişəm. Mən əslində son dəfə nə vaxt yalan danışdığımı deyə bilərəm. Yox, Yox, sən niyə deyirsən? yalanla dürüstlük fərqli şeylərdir. Deyim də, yəni sən yalan danışsan dürüst ola bilirsən. Bax, Yəni normalda mən yalan danışmıram. Yalan danışmayanda da dürüst oluram. Söhbət Hansısa təlimdə sosial şeydən getmir də. Bax, mən nə ilənsə bağlı bu stəkanı haradan almısan? Bu Amerikadan almışam. Bu da yalandır. Amma bunu Vasmoyun bazarından almısan da, 8-ci kilometr bazarından almısan, tutaq ki. Dürüstlük dəyərinə uyğun cavab vermirsən. Bu yalandır da. Yəni bu o demək deyil ki, sən dürüst adam deyilsən. Yox, sən yalan danışmaqla dürüst ola bilməzsən axı. Bunlar əks qütblərdir. Okay, aydındır. Amma dürüstlüyün fəlsəfəsində yalan danışmaqdan daha çox şey var. O yəni yalan danışmaq deyil. O biraz daha geniş bildim, ola bilər. Prosesdir. Mən məsələyə sadə baxıram. O baxımdan ki, sən əgər mütəmadi olaraq yalan danışıb dürüstlüyün çox böyük fəlsəfi olmağından danışaraq sən dürüst ola bilməzsən, düzdür? Aydındır. Bax, indi mən sənə deməyə çalışdığım odur. Gəl indi sosial tərəfdən yox, peşəkar həyatdan baxaq da. Peşəkar həyatında dürüstlüyü axırıncı dəfə nə vaxt test eləmisən? Buna cavab ver, mən sənə deyəcəm. Şirkətimdə olub ehtimal ki, komandaya feedback verəndə. Ki, bir ay bundan əvvəl komandanın bir %100 dürüst çıxdın. Yoxsa kimisə incitməmək üçün nəsə dedin? Yox, onsuz da bir şey var, üzr istəyirəm. Dürüst olmaq ayrı bir şeydir. Politkorrekt olmaq ayrı şeydir. Sən tutaq ki, bir insan sənə deyirsə ki, bir insan yaxşı ki, sən bir xanım deyək də, saçın rəngini dəyişib, düzdür, və yaxud da saç düzümünü dəyişib və o səndən kompliment gözləyir. Sən orada dürüst ola bilərsən, orada həyatsa. Bir də deyə bilərsən ki, hə, belə pis görsənmir, maşallah, yaxşıdır. Amma sən orada da yalan da danışmadın hardasa. Amma bir də var ki, sən konkret yalan danışırsan prosesdə. Yəni, mən fikirlərimi düzgün feedback vermə qaydalarına uyğun olaraq demişəm. Hə, fikirlərimi demişəm ki, bax, bu səhvdir, bu düzdür, bu düzdür. Yəni, heç bir düzgün şəkildə demişəm. Yəni, dürüstlüyü test elədin, %100 çıxdı.
Yəni mənim əlimdə bir test yoxdur onu dəqiqləşdirim. Amma mən ən azı vicdanım narahat eləmədi ki, sən burdansa yalan danışdın. Yox, yalan danışmadım. Test odur. Test odur. Yəni mən test edeyim. Vicdanla yoxladım, problem yox. Test edeyim o şey deyil də. Yəni ki 3-4 dənə suala cavab verəcək, sən dürüst çıxırsan yoxsa yox. Zaten o testlərin də cavabları nə qədər realdır, nə qədər real deyil, bu ayrı şeydir. Zaten sən öz vicdanın daxildə özün özünə dedin ki, doğrudur. Burada da dürüst davrandın. Halaldır sənə. Tutaq ki. Okay? Bax, ona görə biz dəyərlərimizi test etmədiyimiz sürədə biz deyə bilmərik ki, mən dürüst oğlanam. Əlbəttə. Mən orada sual yoxdur. Vicdanlı oğlanam və s. Razıyam, orada sual yoxdur. Ona görə deyirsən ki, mən gəlirəm indi suala ki, olmazmı ki, HR pozisiyalarına özünü tapmış, özünü dəyərlərini təsdiq etmiş. Bax, dəyər təsdiq etmənin özü sadə bir proses deyil. Bax, sən situasiyadan situasiyaya düşməlisən, dəyərlərini test etməlisən. Ondan sonra sən dəyərlərin səndə keçməlidir təməl inanc mərhələsinə. Onda sən deyirsən ki, bəli, mən dürüstlük dəyərimi çox yoxlamışam. Çox situasiyalarda test olunubdur. Məsələn, dostumun başına iş gəlibdir. Mən orada belə dürüstlüyümdən, loyallığımdan vazgeçməmişəm. Orada loyal davranmışam. Ən ağır situasiyada belə mən loyal davranmışam, dürüst davranmışam. Artıq o dəyər mərhələsindən çıxır, keçir təməl inanc mərhələsinə. Artıq Toğrulun bütün davranışlarını o idarə edir. Toğrul istənilən situasiyada dürüst olur, istənilən situasiyada loyal olur və s. və ilaxır. Necə baxaq görək bir insanın ortalama həyatında dəyərlərini test edə bilmə müddəti, yaş aralığı olaraq nədir? Cavab verim. Ver. Mən düşünürəm ki, bu illaki yaşa bağlı bir şey deyil. Bu probeqa bağlıdır. Bizim də dedik, probeqa bağlıdır. Probeqa bağlıdır. Yəni elədirsə, hətta sənin məntiqindən çıxsa, onda gəl xahiş edirəm, qərar verənsən desən, ümumiyyətlə deyirəm. Onda elə adam, mən sənə razıyam. Dəyərlər mövzusunda adam öz dəyərlərini bilməlidir. Onda biz adamı işə götürəndə, HR direktor, HR menecer götürəndə, qurum onu yoxlasın. Amma həqiqətən də yəni sən təxminən bilirsən də mən nə tip insanlardan danışıram. Və məsələn ən rahat məsələn LinkedIn-dən danışdın. LinkedIn-də məsəl üçün mən görürəm ki, həqiqətən də mən demirəm hamısı düzdür, amma ciddi şəkildə bu gün bizim korporativ mədəniyyətdə problem yaşama səbəblərindən biri məndən soruşsan, səhv HR-lardır. Rəhbərləri qoyaq qırağa da, rəhbərdə sual yoxdur məncə orada. HR-lar da buna təsir edir. Çünki elə bir yetişməyiblər. Onlar bir əllərinə elə bir sən bir uşağın əlinə çəkic verirsən, o da hər kəsi çəkic kimi şey kimi mıx kimi görür başlayır vurmağa. Yəni bu mən yetişməmiş, axıra kimi anlamamış, korporativ mədəniyyəti sadəcə korporativ mədəniyyəti ayrı-ayrı anlamlarda götürən bir insan sən HR direktor qoya bilməzsən. Və mənim əsas şeyim ondan ibarətdir ki, bu niyə belədir? Sən desən ki, bunun vaxtı olmalıdır. Bunlar böyüməlidirlər, düzdür? Onda böyük müştəri götürək və yaxud da böyümüb sonra qoymayaq. Nəinki sən qoyursan və sənin qurduğun nə varsa onu da dağıdır bu insan. Və sən bunu sıfırdan qurmalı olursan deyə fikirləşirəm. Razıyam. Təşkilati mədəniyyət baxımından mən düşünmürəm ki, təşkilati mədəniyyət HR-ın tam yəni təşkilati mədəniyyətdən birbaşa HR məsuliyyətlidir. Mən bu fikirdə deyiləm. Təşkilati mədəniyyət özü bir sistem idarə etməsidir. O sistem idarə etməsi yalnız HR-ın işi deyil. Əsas məsul şəxs kimdir? Mən indiki yanaşmamla fikirləşirəm ki, əsas məsul şəxs HR-da olmalı deyil. O ayrıca bir ofis olmalıdır, ayrıca bir funksiya olmalıdır. Çünki HR-ın bugünkü funksionallığının əlavə olaraq bir təşkilati mədəniyyət funksionallığı da qoşarıqsa, sən dediyin problemləri biz onda yaşayırıq. Valla olmayanda da yaşayırıq. Razıyam, olmayanda da yaşayırıq. Yəni görməmisən adamlar. Mən sən LinkedIn profilləri göndərim. Görmüşəm. Mən LinkedIn-də də baxıram bəzi postlara ki, bugün bəzi HR rəhbərlərin hətta çox ciddi qurumlardadılar və ciddi vəzifələrdədirlər. Bəzilərinin postlarına baxanda adam oradakı vəziyyəti daha aydın başa düşə bilir ki, məsələn biz bu yaxınlarda bir post görmüşəm. Bir yoldaş yazmışdı ki, mənim işlədiyim qurum təşkilati mədəniyyət olaraq ölkədə sayılıb seçilən qurumlardandır. Və altında yazıb ki, bunun əsas sübutlarından da biri odur ki, biz hər səhər salamlaşırıq. Yəni, hər səhər salamlaşmağı
təşkilati mədəniyyət hesab edən bir qurum, təbii ki, oradakı mühiti də artıq oradakı yanaşmaları artıq başa düşmək olur. Bəli, salamlaşma təşkilati mədəniyyətin artefakt səviyyəsidir, görünən səviyyəsidir. Amma bu demək deyil ki, sənin salamlaşırsansa, təşkilati mədəniyyətdə sən ölkədə top üçdəsən. Gör təşkilati mədəniyyətə yanaşmamız, fəlsəfəmiz hansı səviyyədədir ki, biz salamlaşmanı böyük bir inqilab hesab edirik. Böyük bir islahat hesab edirik. Aydındır? Ona görə təşkilati mədəniyyət yalnız HR işi olmalı deyil. Hətta mən düşünürəm ki, təşkilati mədəniyyət ümumiyyətlə ayrıca bir funksiya olmalıdır. Onda sən danışdığın qrup çox böyük qurumdan söhbət gedir ki, o qurumun o qədər resursu var ki, o ayrı bir şeydir. Amma biz orta statistiklərdə mən razıyam ki, HR bu işi aparmalıdır. Təşkilati inkişaf komandası bu işi aparmalıdır. HR bu işi aparmalıdır. Orada da səndən razıyam. Çünki dediyim kimi də sən təşkilati mədəniyyətin birincisi fəlsəfəsinin nə olduğunu başa düşməlisən. Ona münasibətdə sən lider özü başa düşməlidir ki, mən bu komandadan nə istəyirəm? Mənim özümün və təşkilatımın məqsədi nədir? O məqsədə uyğun olaraq da təbii ki, çalışmalıdır ki, ora elə bir HR rəhbər təyin eləsin ki, o həm özünün dəyərlərini test etmiş olsun, artıq özünün dəyərləri təməl inanc səviyyəsinə keçsin ki, o gəlib həmin qurumda təşkilati mədəniyyətin proseslərini apara bilsin, onu görə bilsin, onu başa düşə bilsin, onunla bağlı rəhbərə istiqamət verə bilsin, ona münasibətdə komandanı ona uyğunlaşdıra bilsin və s. və ilaxır. Rahat ol, Toğrul, səndən razıyam ki, HR-da sualıma cavab vermədin amma yəni. HR-da problem var. Mən düşünürəm ki, bunun da problemi HR-ın özünün daha çox HR-ın doğuşundan gələn funksiyalarına daha çox bağlı qalmaqlardır. Məsələn, mən düşünmürəm ki, bugün işə qəbulu birbaşa HR özü aparmalıdır. Təlim inkişafı birbaşa özü eləməlidir. Nə bilim, adaptasiya proqramını... Bəs nə eləməlidir HR? Bax, HR əgər kiçik orta qurumlardan danışırıqsa, mən inandığım bir şey var da, bunu dəfələrlə deyirəm. İnandığım bir şey var və mən bunu artıq test etmişəm, həm öz təcrübəmdə, həm digər yoldaşların təcrübələrində. Təşkilati mədəniyyətin başa düşülmədiyi qurumda atılan istənilən addım. Bax, bunun altına imzamı da ataram. Təşkilati mədəniyyətin başa düşülmədiyi qurumlarda atılan istənilən addım, istəyir islahat xarakterli olsun, istəyir strategiya xarakterli olsun, uğursuz olma ehtimalı 95-99% arasındadır. Net olaraq. Təşkilati mədəniyyətini başa düşməyən. Zaten təşkilati mədəniyyət elə bir təbiətə malikdir. Sən istəsən də istəməsən də formalaşır. Yəni hər qurumun təşkilati mədəniyyəti var. Bax, sən onunla məşğul olsan da olmasan da formalaşır. Bəli, çünki o sənin rəhbərin davranış nümunələri əsasında komandaya ötürülən mesajlar əsasında formalaşır. Sən indi başa düşməlisən ki, mənim qurumumda bax 30 illik bir qurumdur, 1000 nəfərlik, 2000 nəfərlik heyəti var. Gəlmişik ora islahat aparmaq istəyirik. Yaxşıda bir HR gətirmişik. Sənin dediyin bütün hər şey o HR-da var da. Dəyəri başa düşür, insanı başa düşür, empati qura bilir və s. və ilaxır. Okay? Razısan da buna belə bir HR axtarırsan, tutaq ki. Onu da gətirmişik ora. Giriş o ümumiyyətlə giriş levelıdır. O aşağı yuxarı şey deyil. Aydın, giriş levelini keçibdir. Gətirmişik, qoymuşuq ora, düzdür? Və başlayırıq islahat eləməyə. Falan şey belə olmalıdır, falan şey belə, falan şey. Bax, 30 illik bir qurumda 30 il ərzində formalaşan o qədər ciddi təməl inanclar var ki, sən onu başa düşmədən gəlib deyirsən ki, biz atom parçalayacağıq. Bu atomu parçalaya bilməz bu qurum. Ona görə ki, onu fikirləşmir. Onun fikirləşməsən onu başa düşmür. Misal verin bir dənə də ailə misalına. Bax, çox mühafizəkar bir ailəyə, nəsildirlər də, belə bildiyin mühafizəkar bir nəsildirlər. Ora 2026-cı ilin və gələcək illərin mindsetinə uyğun bir gəlin gəlir. Və yaxud da bir bəy gəlir. Gəlir deyir ki, indən sonra mən təklif edirəm ki, qaynanamın ad günlərini filan pubda keçirdək. Mümkündür, Toğrul bu. Mümkündür, amma axırı necə olacaq məlum deyil. Bu mümkündürmü?
reallaşması çoxdur. Reallaşması mümkündürmü? Yox, yox. Mümkündür, amma necə? Amma necə? Sən birinci o nəslin təməl inancını başa düşməlisən. Bu nəsil nəyə inanır? Bu nəsil inanırsa ki, pubda olmaq pis bir şeydir. Bəli. Sən başlamalısan onun o mindsetini legitimləşdirməlisən. Ona deməlisən ki, sən düz deyirsən. İndiyənə qədər pubda olmağın pis bir şey olması yanaşmasında olmaq möhtəşəm idi. Sizə elə bu zamanı o gətiribdi. Amma indən sonra bizi gələcəyə aparan fikir o deyil. Budur. Bax, onun fikirlərini, onun indiyənə qədər onu təhlükəsiz yaşamasına səbəb olan o psixoloji təhlükəsizliyi legitimləşdirməlisən, sonra onu sən apara bilərsən pubda ad günü keçirtməyə. Gəldin çatan kimi bu gün qaynanamızın adı günü. Nə edirik? Mən pub danışmışam, nəsil gedir o. 2 gün sonra səni elə gəldiyi kimi də boşayarlar. Boşayarlar demirəm. Mən gəldiyi kimi də səni elə qaytararlar. Qardaş, sən gəlmisən, bizim 80 illik bir təməl inanclarımız var. Ailə mədəniyyətimiz var. Məsələn, birdən-birə mənə deyirsən ki, biz gedirik pub'a. Bu mümkündürmü? Bu mümkündür. Bax, təşkilat daxilində də belədir. 30 illik bir təcrübəsi olan quruma sən gəlib deyirsən ki, biz islahat edirik atom parçalaya bilərsən, eləyənməzsən. Mən razıyam. Mən onsuz da demirəm ki, sən gələn kimi atom parçala. Mən razıyam ki, bunun mədəniyyəti əlbəttə ki, misal təşkilatın mədəniyyətlə bağlı mən məsəl bu misalı danışmışdım. Məncə yoldaşlar eşitsə yaxşı olar. Eşitdim, ən yaxşı misal nədir? Живые kitabında müəllifin atası danışır. Deyir ki, atam Kukuşkin. Düzdür? Səhv demədim adını? Düzdür. Soyad, soyad. Mixail nə idi? Hə. Nəsə də Mark Kukuşkin. Mark Kukuşkin. Deyir ki, atama deyir, atam deyir Sankt-Peterburg, Leningradda böyüyübdür və deyir bir dəfə atam deyir yerə siqaret kökünü yerə atdı. Deyir Stalingradda blokadada, Leningradın 2-ci Dünya müharibəsində blokadada yaşamış bir insan, ona blokadnik deyirlər. Blokadnik, bir kişi onu gördü, dedi ki, молодой человек, у нас так не принято. Cavan oğlan, bizdə bu belə qəbul olunmur da, bizdə buna yaxşı baxmır. Bizdə belədir, dediyim, bizdə belədir. Təşkilatın mədəniyyətinin çox sadə bir, çox qəşəng və sadə bir izahıdır. Orada deyir ki, bu ən yaxşı izah budur da. Mən bilirəm ki, sən birinci B nöqtəsinə getmək üçün A nöqtəsini qəbul eləməlisən. Sən A nöqtəni qəbul etməmiş B keçə bilməzsən. Yəni qəbul etsən ki, status quo budur. Bu gün biz buradayıq. Razıyam. Mənim yanaşmam odur ki, ümumiyyətlə bu gün HR mövzusundan çıxmaq istəyirəm. Çünki mən həqiqətən mən ora bir dənə nöqtə deyəcəm, ondan sonra çıxaq o mövzudan. Ki dedin ki, HR bəs nə işlə məşğul olmalıdır bu funksiyaları eləməyəcəksə. Bu yaxınlarda bizim ortaq bir dostumuz var. O gəldi ki, bəs mən təzə bir quruma təyin olunmuşam. HR-la münasibətlərim yolunda deyil. Deyirəm, niyə? Deyir ki, mən komandaya adam götürmək istəyirəm. HR deyir ki, olmaz. Bu uyğun deyil. Deyirəm, nəyə? Hansı meyara görə? Deyir ki, məsələn də filan bacarıqları emosional belədir, emosional elədir və s. belə. Ona izah eləməyə çalışdım ki, get, əgər münasibətin normaldırsa, get otur izah elə ki, bu gün HR mənə görə sırf işə qəbul prosesinə götürək misal üçün, işə qəbul prosesində onun etməli olduğu şey, məsələn, test verib onun məntiqini, dünya görüşünü, emosional dayanıqlılığını və s. və ilaxır, bunları ölçməkdən daha çox HR ən birinci dediyim təşkil özü mövcud olduğu təşkilatın mədəniyyətinin təməl inanc səviyyəsini, bax, bu çox önəmlidir, onu başa düşməlidir. İşə qəbul prosesində, prosesdə olan əməkdaşın onun təşkilati mədəniyyətinə uyğun olub-olmadığı hissəsində rəyini verməlidir. Həmin departament rəhbəri onun bacarıqlarına, soft bacarıqlarına, hard bacarıqlarına, bütün texniki biliklərinə və emosional biliklərinə o cavabdeh olmalıdır. Əgər biz departament müdürümüzün hesab edirik ki, o emosional onu qiymətləndirə bilməz, o ancaq hard qiymətləndirməlidir. Ümumiyyətlə, o departament müdürünün təyinatı yanlışdır. Bu adam departament rəhbəri olubsa, öz komandasını bu cür şəkildə qiymətləndirə bilmirsə, zaten o təyinat əvvəlcədən səhvdir. Ona görə HR o hissədə, yəni bu təşkilatdan gələn KPI də belə olmalıdır ki, işə qəbul prosesində departament müdürünün də səlahiyyəti və məsuliyyət həcmi müəyyənləşməlidir, HR-ın da. Mənə görə HR-ın burada məsuliyyəti olmalıdır ki,
o komandaya daxil olmalı olan adamı həmin təşkilatın mədəniyyətinə uyğun olub olmadığına rəy bildirməlidir. Lazım. Departament rəhbəri onun bütün bacarıqlarına, insani, xarakter, keyfiyyət, hamısını o qiymətləndirməlidir. Sabah o işçi işdən çıxarsa, onun işdən çıxma səbəbi HR-ın və departamentin KPI-larından olmalıdır. Əgər o mədəniyyətə uyğunlaşmayıb işdən çıxıbsa, HR səhv eləyib, o müxtəlif xarakter, xasiyyət, bacarıqlarına görə işdən çıxıbsa, departament rəhbəri səhv eləyib. 2 dənə sualım var. Üzr istəyirəm, bir dənə bunu yekunlaşdırım, sonra sualımı ver. Buna bir dənə də ailədən misal verim sənə. Mən deməli bir yaxın yoldaş var. Onun ailəsi özünün bizlə təxminən eyni yaşlardadır. Onun ailəsi, atasının, anasının bir evlənmə prosesini bizə danışmışdı ki, o vaxt deyir babam atamı çağırdı ki, deyir atam Rusiyadaydı, Rusiyada təhsil alırdı. Çağırdı ki, daha da telegram vurub ki, gəl səni evləndirirəm. Aha. Deyir atam gəlməmə kimi bir ehtimal yoxdur. Mədəniyyət, təməl inanclarda onun gəlməmə deyə bir ehtimal yoxdur. Çünki başa düş ki, bizdə belədir onsuz da. Telegram vurulmalıdır və mən gəlməliyəm. Gəlir, deyir, başqa bir toyda, rayonda başqa bir toyda atama göstərib ki, səni alacağım qız filankəsin qızı filankəsdir. Bax, o da oradadır. Atam deyir ki, mən də baxdım, dedim, okey, aldım. Məsləhət. Hə. Deyir, mən bunu deyir, mən yaşadıqca bunları mənə danışırlar axı evdə. Mən çalışdım ki, atama legitimləşdirdim o hissəni və atama izah elədim ki, indi mənim də ailə qurma vaxtım çatacaq da. Deyir, atam mənə, biz artıq onu biraz müasir prosesə cəlb eləyə bilmişdik. Atam deyir, mənə bir dənə söz dedi. Oğlum, oğul, elə bir qız al ki, o bizim mədəniyyətimizə uyğun olsun, nəslimizin mədəniyyətinə uyğun olsun. Bax, püf nöqtə buradadır. İstəyirsən 1.80 boy olsun, istəyirsən 1.40 olsun, 60 kilo olsun, 80 kilo olsun, saçı uzun, qara, qırmızı fərqi yoxdur. Kimi alırsan al. Bizə uyğun olsun. Amma nəslimizin mədəniyyətinə uyğun olsun. Bax, o ata əsl HR-dır. Yəni, HR da bunu, sabah o qız da problem olarsa, yəni təcrübədir, həyat təcrübəsidir. Bəli, bəli. Oğlanın öz cavabdehliyi var, ailənin öz cavabdehliyi var ki, bax bizim mədəniyyətimiz buydu, biz baxdıq qıza və s. və ilaxır. Bax ona görə də HR bu prosesdə bu rolu ələ almalıdır. Öz ailəsinin, yəni təmsil etdiyi qurumun mədəniyyətinin inanclarını başa düşməlidir. O bilməlidir ki, bizim qurum riski sevir, bizim qurum təşəbbüsü sevir, bizim qurum konfliktlərdə hər şeyi birbaşa üzə deyir. Misal deyirəm. Misal üçün, hə. O işə qəbul prosesində olan əməkdaşın bu üç şeyini yoxlamalıdır. Bu adam riski sevir yoxsa yox? Ona uyğun olan proses keçirməlidir. Dəyərlərə uyğun olub olmadan. Təşəbbüsü sevir yoxsa? Çünki sən riski sevməyən adamı təşkilata alarsansa, bax, sənin mədəniyyətində, təşkilatın mədəniyyətinin inancında var ki, biz hamımız risk eləyirik, riskdən qorxmuruq, rəhbərlik də bunu istəyir. Risk əslində bizim üçün cəza mexanizmi deyil, inkişaf fürsətidir. Gözəl. Bax, bu sənin inancındır. İşə qəbul prosesində bunu yoxlamırsansa, riski sevməyən biri o mühitdə xoşbəxt ola bilər. Mümkün deyil. Bir dənə şey deyim də. Bax, buyur. Mən sən dediyin izahına razıyam. İndi sən mənə deyə görüm, zəhmət olmasa, sənin dediyin izaha uyğun nə qədər HR var Azərbaycanda? Ha, mənim şey ver, saz verə bilərəm. Ağlamaq üçün deyirəm. Mənim xahiş edirəm, ümumi cavab vermə. Ümumi cavab vermə. Kəsəcəm onu. Bax, sən məni düşmən eləyəsən axı daha nə demək istəyirəm? Bax, ona görə də hamının HR-la arasında münasibətlər pisdir. Bax, arada tərifliyim. Mən sənin dediyin çox izahı çox qəbul edirəm ki, doğrudan da korporativ mədəniyyəti başa düşməlidir. 7 yerin korporativ mədəniyyətini qəbul etməlisən. Bax, rusların yaxşı sözü var. Deyir ki, digər yerə öz qaydalarından gedə bilmirsən də. Sən getsən qaydadan başa düşsən ki, burada necə proses baş verir. İndi mənim gördüyüm odur ki, biz daha çox operationdan çıxa bilməmişik. Operationdan çıxa bilməmişik. Ona görə də sən korporativ mədəniyyət sən dediyin mərhələdə 4-cüdür. Demək ki, bu HR 4-cü mərhələnin mindsetinə sahib olmalıdır. Tam doğru. Bizdə nə qədər adam var?
mən yəni inanıram ki var, inanıram ki. Yo, hardasa var. küçük uzaqda var. Ola bilər, hardasa bəlkə daha qlobal qurumlarımızda da var. Amma yenə deyirəm, təşkilati mədəniyyət yalnız HR-ın işi olmadığı üçün orada sistem, lider, rəhbər, proseslər, hər şeyin içində mədəniyyət var. Hər şeyin içində mədəniyyət hər yerdədir. Bu gün təşkilati mədəniyyət əfsuslar olsun ki, dəyərlərdən o tərəfə keçə bilməyibdir. Hamı ona dəyərlər kimi baxır. Hələ olan necə təyin olunub bu ayrı sualdır. Ümumiyyətlə dəyərin seçilməsi, bax mən sənə bayaq o sualı elə belə verməmişdim ki, dürüstlük dəyərini test etmisən yoxsa yox. Bax, dəyərlər yazıldı ora. Çeviklik, innovativlik, əməkdaşlıq, bula hər yerdə var. İnzibati binaya girsən, lift açılır, gözünün qabağına çıxır. Oturursan, kompüteri açırsan, ana səhifədə dəyərlər yazılıb. Bu davranış dəyişdirə bilməz. Mümkün deyil o davranış dəyişdirsin. Davranışı dəyişdirən təməl inancdır. HR-ın da onu başa düşməsi üçün, qəbul etməsi üçün mən demirəm ki, onlar onu istəmirlər. Təbii ki, istəyirlər, amma bu konseptual məsələdir də. Bunu sən eləməlisən ki, bunu lider də istəsin. Sistem bunu istəsin. Sistem bunu istəyəndə sən artıq ora düşüb onu başa düşə bilirsən. Bir, ikincisi bunu inandırmaq lazımdır. Yox, məncə ümumiyyətlə HR gələndə onu heç nə inandırmaq lazım deyil. Əgər sən təzə HR gətirirsənsə, sən insan sevməyən, misal üçün deyim də, o dəyişikliyi edəcək vizyona, kapasitəyə sahib olmayan bir HR gətirib niyə özünü yorursan ki? Tam razıyam sənə. Çıxmasın. Tam razıyam. Qazı batırsan, Rustonoy çəkmirsən də, bu işləmir. Tam razıyam. Gəl biz Rustonoydan, Rustonoy deyil, yaxşı yerdəyik. Mən sənə ayrı çətin suallarım var, icazənlə. Buradan çıxmaq istəmirəm, yəni. Oradan deməli, o çox təhlükəli suallarım var. O verdiyin hansı sual təhlükəsizdir ki, doğru. Sən məni lap peşəkar inkişafdan sual verim, ailədən sual verim. Seç. Bayaqdan peşəkardan danışır. Sizin biraz fokusu dəyişək, ailəyə keçək. Ailə həyatında ən çətin nədir? Ailə həyatında ən çətin nədir? Çox yaxşı sualdır. Bax, mən təcrübəmdə nə edirəm? Mənim indi komandamda olan yoldaşlar baxacaqlarsa, görəcəklərsə bunu təsdiqləyərlər. Mənim ümumiyyətlə bir yanaşmam var. Mənim komandamda olan ailəli olmayan gənclər təbii ki, indi məni toylarına çağırırlar. Toylarına çağırmaq üçün biz görüş keçirdiyimiz zaman dəvətnaməni qoyuram bir qırağa, bir yarım saat onlarla bununla bağlı söhbət. Hətta bir xanım əməkdaşımız var idi. O mən indi sənə danışacağım mövzunu onunla danışanda o qeyri-iradi ağlamağa başladı. Dedim, nə olub? Mən yəni xətivə dəyəcək bir söz dedim. Dedi, yox. Bu danışığı atamla anamdan gözləyirdim. Amma siz mənim rəhbərimsiz də, mən sizi toya çağırırdım, amma siz mənə bu mövzuda bir aydınlatma verməyə çalışırsınız. Bunun özü bir nemətdir mənim üçün. Ona görə üzrlü hesab edin, mən ağlamaq istəyirəm. Dedim, mən ağla, mən də danışım. Narahat olma. Dedim, görsən ki, danışmam səni çox ağladır. Denən dayanım da. Suala qayıtsaq ki, ailə münasibətlərində nə önəmlidir? Sual elə idi, düzdür? Yox, ən çətin nədir? Ən çətin nədir? Ən çətin nədir? Bax, buna mən öz yanaşmamı deyim sənə. Ailə qurana qədər oğlan və qız bir mənalı şəkildə bir-birlərini özlərinə satırlar. Satış prosesi. Satış prosesi gedir. Mən belə yaxşıyam, sən də belə istəyirsən. Yəni oğlan bir mənalı şəkildə istənilən görüşə ən yaxşı şəkildə hazırlaşır. Xanım da onun kimi. Xanımda sual yoxdur, oğlan barədə bəzi şübhələrim var. Hazırlaşmaq şeydən söhbət getmir. Mən belə geyim olaraq yox, hazırlaşmaq burdadır. Ki mən nəyi deməliyəm, nəyi deməməliyəm, necə bunu sakitləşdirmə, necə bunu mən özümə inandırmalıyam. Mən o qədər səliqəli oğlanam ki, mən ümumiyyətlə yemək lazım olsa yemək bişirməyə də kömək edəcəm. Mən ümumiyyətlə özüm o qədər səliqəli insan, öz paltarlarımı özüm yığıram. Mən ümumiyyətlə qarşıyam belə şey. Mən imkan vermərəm sənə, biz ailəyik falan. Okay, əla. Xanım da başlayır ki, sən nə yemək bişirirəm mən? Sən bilirsən, mən indi daha dürüstləri, vallahi mən yemək bişirə bilmirəm. Yeməyə çıxaq qırağa, mən o qədər rahat insanam ki, mənim də kinoya marağım var, mənim də falan şey. Əlayıq biz. Gözəl. Əla, getdi evlənməyə. Evləndilər. Təcrübə deyir ki,
evliliyin birinci həftəsində mütləq ki dava düşür. Niyə? Çünki oğlan başlayır, işdən gəldi, kutkanı çıxartdı, tulladı, ayaqqabını birini o tərəfə, birini bu tərəfə, falan. Bəs ay Əli, ay Vəli, bəs keçən həftə biz toydan qabaq görsən, mən demədin ki, mən o qədər səliqəli oğlanam ki, Çox xanım heç ümumiyyətlə onu şey eləməz ki, yaxşı, bəlkə bir dəfə oldu. Üçüncü ayda başladı düşünməyə ki, bir dəqiqə dayan. Ki, bir dəqiqə dayan, bu necə oldu? Bax, proses başlayır orada. Sən o münasibətlərə nə qədər tab gətirə bilirsən, nə qədər bunu həll eləməyə çalışırsan, sən qarşılıqlı olaraq bunu necə öhdəsindən gəlməyə çalışırsınız. O bir həftə, 10 gün, bir ay ərzində və bu gün mənə görə boşanmaların səbəbləri ilk 3 aylıq periodu insanların bir-birlərinə güzəştə gedə bilməməsidir. Uyuşmamasıdır, hə? Uyğunluğun az olmasını. Burada da mən yenə deyirəm, o bayaq əməkdaşıma, öz əməkdaşıma çəkdiyim misalda, burada bugün bizim atalarımızın KPI nədir? Bizə münasibətdə mən Namiqi evləndirim, ev alım, bir dənə borc, ipoteka, necəsə ev alım, evləndirim, şükür Allaha. Bala, mənim da gözüm dalda qalmayacaq. Şükür səni evləndirdim. Evlənmə, bu deyil. Ev almaq, köçmək, mebel gətirmək, sən oğluvu beyin olaraq ona hazırlamalısan. Sən ona izah eləməlisən ki, oğul, gedəcəyin ilk 3 ayda, qızım, ailə quracağın ilk 3 ayda, bax, bu şeylər baş verə bilər. Sən övladını psixoloji olaraq ona hazırlamalısan. Ona hazırlıqlı olmadığı dönəmdə birdən-birə pandemiya baş verir. Necə 2020-ci ildə pandemiya görmüşdün ömründə, Toğrul? Görməmişdin də, nə oldu buna? Deyirlər çölə çıxma. Bu aləm dəydi bir-birinə. Nə qədər emosional sarsıntı keçirənlər oldu. Ailə də bunun kimidir. Sən birdən-birə gəlirsən, filan kəslə bu gündən biz bir yerdə qalacaq. Orada çıxır ki, bu ayağını qoyur ayağının üstə, divanda uzanır, televizora elə baxır. Bu mənə demişdi ki, mən o qədər mədən oğlanam ki, biraz məsələyə o tərəfdən də baxaq da. Çədən mən hekarları şey elədim kimi, sən də oğlanları eləyirsən. Mən öz inanıram ki, mənim həmcinslərim məni düzgün başa düşəcəklər. Xanımlara münasibətdə bunu demək istəmirəm. Təbii ki, xanımlarda da bu proses var. Məsələn, mən tutaq ki, qız deyir ki, mən filmi o qədər sevirəm ki. Təşrif edirsən ki, otaq bir kinoya bax. Mənim vaxtım var kinoya baxma, işim var. Bu cür prosesdə, hələ bu çox cüzi hallardır da. Bu cür proseslər, sən bu hallarda özünü və həyat yoldaşını qoruya biləcəksənsə, həyat yolun çox uğurlu olacaqdır. Yox, qoruya bilməyəcəksənsə, təbii ki, boşanmanın əmsalı ildən ilə artacaqdır. Yenə deyirəm, burada günah deməyək də, buradakı ən böyükləri düşür. Valideynlər öz mindsetlərini dəyişdirməlidirlər, hansı ki, əgər o dövrdəki qalıblarsa. Mən düşünürəm ki, sən də, mən də, biz də öz övladlarımızın bu günlərini görəriksə, qismət olarsa, mən inanmıram ki, sən övladıma deyəsən ki, ipotekadan ev alaq tez, misal deyirəm. Tez denən ki, qıza, bizim evi görmürsən, buna uyğun televizor gətirsin. Mən inanmıram sən onu deyəcəksən, sən ona başqa şeylər ötürməyə çalışacaqsan ki, bax, oğul, belə olmaq lazımdır, belə və s. və ilaxır. Bugün onlar yoxdur deyə o problemlər yaşanır. Mən düşünürəm ki, səbirli olan, ümumiyyətlə sən bunu məndən daha yaxşı bilirsən, dində də belədir ki, səbirli olanlar qalib gəlir. Ailədə də səbirli olmaq lazımdır. Adi bir davanın üstündə sən durub deyə bilməzsən ki, sən nə var? Sən nə var? Mən gedirəm və s. və ilaxır. Buna dözmək lazımdır. Təbii ki, bu dözümlülük hər iki tərəfdə olmalıdır da. Sən bir tərəfdə dözsən, o bir tərəfdə dözməsə, sən artıq özündən çıxmış olursan. Onun üçün hər iki tərəf dözməlidir. Dözmək demişkən, normalda biz cuma dedik ki, biraz qayıtmış olacağam iş məsələsinə. Amma qısa sənin fikrini almaq istəyirəm. Burada təsəvvür edirəm ki, 3-cü abonentimizdə Mehriban Rəsulovadır. Prosta bu gün yoxdur, bu dəfə qoşacağıq söhbətə. Olsa xoş olardı, bəli. Salamlayırıq buradan Mehriban xanımı da. Deməli, Kamil, iş yerində iş yerində xoşbəxtlik zarafat edirəm. İş yerində insan ümumiyyətlə iş yerində xoşbəxt olmalıdır, yoxsa sadəcə 9-6 gəlib işini görüb getməlidir və buna xoşbəxt olmaq üçün baxmalı deyil, yoxsa balansdır. Ümumiyyətlə bu barədə yanaşman nədir sənin?
Yaxşı sualdır, Toğrul, ağır sualdır. Mən asan suallara gəlməmişəm. Ağır sualdır. Bax buna cavab vermək biz ümumiyyətlə yenə deyirəm baxmalıyıq ki, təşkilat insanlardan ibarət bir toplumdur da, düzdür. 1000 nəfərlik, 2000 nəfərlik qurumda sən təxminən 3-5% insanın xoşbəxtlik yanaşmasının eyni olduğu qənaətinə gələ bilərsən. Çünki hər üçün xoşbəxtlik tam fərqlidir. Yəni ciddən tam fərqlidir. Yəni bu gün məndən də soruşsan ki, xoşbəxtlik nədir? Mənim ona cavabım fərqli olacaq. Mən o sualı sənə versəm, sənin cavabın fərqli olacaq. Həmkarlara versək, onların cavabları fərqli olacaqdır. Amma xoşbəxtliyin unikal bir cavabı var. O da başlayır 60-70 yaşlardan sonra. Yəni 70 yaşlı 10 nəfərdən sorğu keçirsək, onun 8-i xoşbəxtliyə nə cavab verəcək? Sağlamlıq. Kəşki sağlam olaydım, sağlamlığımın qədrini bilmədim. Biz texniki olaraq başa düşürük ki, ehtimal eləyirik ki, 70 yaşda bizim üçün də xoşbəxtlik sağlamlıq olacaqdır. Amma 70 yaşa qədər xoşbəxtlik anlayışı ciddi şəkildə dəyişən bir anlayışdır. Ona görə biz bu gün təşkilatlarda bu qədər xoşbəxtlik anlayışı fərqli olan insanları xoşbəxt etməyə çalışmamalıyıq. Amma nəyə çalışa bilərik? Çünki niyə? Xoşbəxtlik dərəcəsini ölçmək, xoşbəxtliyin özü o qədər situativ proseslərdən asılıdır ki, sən orada bir indikator qoyub ölçə bilməzsən ki, mənim qurumumun xoşbəxtlik səviyyəsi 95 üzərində yalandır bu səhvdir, ola da bilməz bu. Ona görə biz xoşbəxtliyi ölçməkdən, bunlar əməkdaşlar qurumumuzda xoşbəxt olsundan daha çox, mən belə düşünürəm ki, və bunu da belə deyək də cani könüldən istəyirəm ki, bu belə olsun. Təşkilatlar əməkdaşları üçün psixoloji təhlükəsiz mühit yaratmalıdırlar. Sən bu gün zaten müasir idarə etmənin də tələbi xoşbəxt əməkdaş yox, emosional dalğalanmayan əməkdaşdır. Mənə bu gün xoşbəxt əməkdaş lazım deyil, emosional dalğalanmayan əməkdaş lazımdır. Çünki mən 1000 nəfərin xoşbəxtliyinə münasibətdə iş rejimi qura bilmərəm. Bu absurddur, belə bir anlayış da yoxdur. Biz psixoloji təhlükəsiz mühit qurmalıyıq. Nə demək istəyirəm? Psixoloji təhlükəsiz mühit nədir? Bu o deməkdir ki, qurumda yenə gəlir düşür təşkilati mədəniyyətə, hər şey aydın olmalıdır. Qaydalar hamıya eyni tətbiq olunmalıdır. Sən qaydanı bir əməkdaşa bir cür tətbiq etməməlisən. Səlahiyyət, məsuliyyət həcmi tam aydın şəkildə bölüşdürülməlidir. Bütün proseslər şəffaf, dürüst şəkildə həyata keçirilməlidir. Konfliktlər rahat şəkildə izah olunmalıdır. Riski daha rahat şəkildə edə bilmə. Əməkdaş başa düşməlidir ki, mənim təşkilatımda nə qədər risk eləyirəmsə eləyim, nə qədər təşəbbüs eləyirəmsə eləyim, heç kim mənə, misal deyirəm, güldən ağır söz deməyəcəkdir. Bax, ora olur psixoloji təhlükəsiz zona. O xoşbəxt olmaya bilər. Sən, təşkilat, öz mədəniyyətinə uyğun adamları seçmədiyi sürəcə xoşbəxt olmayan, sənin təbirincə desək, xoşbəxt olmayan adamların sayı artacaqdır. Təşkilat öz mədəniyyətinə uyğun əməkdaşlar işə aldıqca onların xoşbəxtlik deməyək də psixoloji təhlükəsiz mühitdə qalma müddətləri daha çox olacaqdır. Nəticə etibarilə psixoloji təhlükəsiz mühitdə olan insan ehtimal daha çox xoşbəxtdir, düzdür? Mən deməzdim o elədir. Niyə? Çünki xoşbəxtlik, biz xoşbəxtliyi necə görürük bu gün təşkilatlarda? Misal üçün, bu yaxınlarda yenə deyirəm, LinkedIn-də bir post görmüşdüm. Pozitiv iş mühitini hamı xoşbəxtlik hesab edir. Mənə görə elə deyil. Mən çatmır bəs orada. Orada çatmayan şey, mən o vaxt xoşbəxt olaram ki, bir qurumda, bu mənim şəxsi yanaşmamdır, ola bilər fərqli olsun. Təbii ki, pozitiv iş mühiti, bla, team buildinglə və s. və tamam bunlar məni xoşbəxt eləyə bilər. Amma mənə görə burada bir neçə nüans var da səni xoşbəxt eləyə biləcək. O da dediyim kimi təşkilati mədəniyyətin kökündən gəlir. Bir, qurumlar psixoloji təhlükəsizlik məsələsini həll etməlidir. Yəni, əməkdaş öz rəhbərinin davranışlarını proqnozlaşdıra bilməlidir. Yəni, təhlükəsizlik, əməkdaşın təhlükəsizlik hissi bərabərdir rəhbərinin davranışlarının proqnozlaşdıra bilən olması.
Yəni rəhbər əsəbi ola bilər, emosional ola bilər və s. və ilaxır. Amma rəhbər bir davranışa görə bu gün bir əməkdaşı mükafatlandırırsa, sabah bir əməkdaşı cəzalandırırsa, bu proqnozlaşdırmaq demək deyil. O zaman əməkdaş, sən nə qədər orada team building edirsən elə, əməkdaş özünü qorumaqla məşğul olur. Mühit onun üçün daim riskdir. Risk çünki o bilmir ki, onun rəhbəri dünən bu davranışa görə Əliyə dedi ki, Əli çox sağ ol, nə yaxşı bunu eləmisən. Sabah onu Vəli eləyəndə Vəliyə dedi ki, Vəli sən kim deyib bunu eləmisən belə. Misal. Bir bu həll olunmalıdır mənə görə. 2 təsir və avtoritet problemi bu gün qurumların ən ciddi əziyyət çəkdiyi hissələrdən biridir. Komanda başa düşmür ki, qərarları kim verir. Aydındır. Struktur olaraq rəhbərimiz var, qurumun rəhbəri var, amma bir kənar güclər var, bu prosesdə kimlərsə var. Onlar kənardan prosesləri idarə edir, amma adları heç orada hallanmır. Okay? Bu təsir və avtoritet problemi düzgün paylaşılmalıdır. Komanda daxilində münasibətlər çox önəmlidir. Münasibətlərin sərhədləri elə olmalıdır ki, o özü bir xoşbəxtlik gətirsin. Bax bunlar olmadığı sürədə, biz bunları həll etmədiyimiz sürədə xoşbəxtliyi yaratmağımız mümkün olmayacaqdır. Biz yenə deyə bilərik ki, bizim misal verim sənə, tutaq ki, bu gün saat 5-də kino günüdür bizdə. Hamı kinoya baxacaq. Okay, yığışaq kinoya baxaq. O adamın fikri rəhbərinin yanında qalıbsa, sən ora kino yox, ora nə qoyursansa qoy, o xoşbəxt ola bilməz. Yəni o 3 məsələni həll eləməmişiksə, psixoloji təhlükəsizlik, təsir və avtoritet və münasibətlər. Biz bunu həll eləməmişiksə, istəyirsən ona popcorn yedizdir, kinoya baxdır. İstəyirsən onu apar özünlə 10 günlük Maldivlərə, o yenə xoşbəxt olmayacaq. İkinci və üçüncü komponent də birlə bağlıdır. Bir mənalı. Onda psixoloji təhlükəsizlik yapsırıq da yəni. Bir mənalı psixoloji təhlükəsizlik. Misal bir dənə də misal verin buna. Pandemiya dövründə da sual var idi yeri gəldi. İndi bu dəqiqə alırıq. Bax, pandemiya dövründə bəli. Sən özünü xoşbəxt hiss edirdin. Baxır dövrlərə. Düzdür. Amma xoşbəxt olmasan da özünü təhlükəsiz hesab edirdin. Nə mənada təhlükəsiz hesab edirdin? Baxırdın ki, müəyyən qadağalar var və s. və ilaxır. Misal, başqa cür misal verim ki, daha aydın ola bilsin. Bu gün gecə saat günün 24 saatın istəniləndə gecə saat 4-də şəhərə çıxa bilirsən? Rahat. Düzdür? Niyə? Çünki təhlükəsizlik hissi var səndə. Sən bilirsən ki, gecə saat 4-də də mən bayıra çıxsam gəzməyə, heç kim mənə heç nə eləsi deyil. Amma bu səni bu demək deyil ki, xoşbəxt olmayanlar bunu etmir, ancaq xoşbəxt olanlar gecə 4-də çıxır. Yox. Yəni xoşbəxt olsan da, olmasan da. Amma bu mənim xoşbəxtliyimə müsbət təsir edir. Bu ola da bilər, olmaya da bilər. Gecə saat 4-də gəzmək xoşbəxtlikdirmi? Bəziləri üçün yox. Yox, xoşbəxtliyimə müsbət təsir edir. Müsbət təsir edir, əlbəttə təsir edir. Yəni demək istədiyim o idi ki, kinoya baxdırmaq, misal verirəm də bunu. Pozitiv nəsə yaratmaq xoşbəxtliyə 10% təsir edirsə, mənim izah eləməyə çalışdığım hissələr xoşbəxtliyin 80%-ni təşkil edir. Mən razıyam. Mənim də elə oldu ki, bir insan psixoloji təhlükəsizdirsə, sən demiş, o xoşbəxtliyin təməli artıq təyin olunur. Bir mənalı. Teoriyamızdan belə bir sual var. Sual ondan ibarətdir ki, bu şəxs bir qurumda işləyir. Qurum misalsı 5 mərtəbədir. Hər mərtəbədə bir neçə şöbə var və bu şöbələrin hər birində ayrı ab-hava var. Bu HR-dan irəli gəlirmi? Həmin şöbə müdürlərinə irəli gəlirmi və ümumiyyətlə burada nə etmək olar? Təşkilati mədəniyyətin necə formalaşır, onu desəm daha rahat başa düşəcəyik. Kökündə biraz öncə danışdığım ən birinci addımı psixoloji təhlükəsizlikdir. Hər mərtəbədə fərqli mühit görməyinin səbəbi də odur. Yəni bir mərtəbə Torğulun təbiricə desək, xoşbəxtdirsə, o mərtəbədəki rəhbər əməkdaşları üçün proqnozlaşdırıla biləndir. Onlar başa düşüblər ki, mənim rəhbərim hansı situasiyalarda hansı reaksiyaları verir və özlərindən uyğunlaşdırıblar. Məsələn, onlar başa düşürlər ki, mənim rəhbərim təşəbbüs eləyəndə əladır deyir, belədir deyir və s. və ilaxır. Yəni istənilən davranışa münasibətdə, böhran vəziyyətində, uğur vəziyyətində, uğursuz vəziyyətində öz rəhbərini proqnozlaşdırır. Ona görə də orada psixoloji təhlükəsizlik yaranır. Psixoloji təhlükəsizlik yaranan kimi o təsir və avtoritet problemini çözübdür. Məsələn, sən baxırsan departamentdəsən, sən bir şöbəyə aidsən, sistem deyir ki, sənin rəhbərin kimdir? Şöbə müdürün. Düzdür? Amma içəridə
departament müdirinin bir dostu işləyir, o da baş məsləhətçidir, atıram. Baxırsan ki, okey, şöbə müdirimizdür, amma bu baş məsləhətçi prosesi daha yaxşı həll eləyir. Düzdür? Nə baş verir? Təsir və avtoritet gücü departament müdiri tərəfindən düzgün paylaşdırılmadığına görə sən deyirsən ki, okey, mənim şöbə müdirim Əli ola bilər, amma Vəli baş məsləhətçi olsa da görsən necə gedir, işlər aşırdır, işlər həll eləyir. Bax, bu anda təşkilati mədəniyyət orada tam başqa cür formalaşır. Mən dediyim birinci misalda tam fərqli formalaşır. Bəli, HR burada rol almalıdırmı? Bəli, HR da rol almalıdır, CEO da rol almalıdır. O departament müdirlərinə, yəni birbaşa rəhbərlərə bu mindset ötürülməlidir ki, bax siz hamınız təşkilati mədəniyyət yaradıcılarısınız və daşıyıcılarsınız. Ona görə sizdən xahişimiz, sizdən tələbimiz, sizə qoyduğumuz öhdəliklərdən biri budur ki, komanda daxilində bu addımları düzgün icra edin. Hətta mən deyərdim ki, rəhbərlər birbaşa bununla bağlı sorğulanmalıdırlar. Birbaşa sorğulanmalıdırlar. Çünki o əməkdaş HR-ın dediyim kimi o funksiyalardan çıxmadığına görə hələ onun təşkilati mədəniyyətlə birbaşa məşğul olmağa çox da ciddi vaxtı yoxdur. Sadəcə dəyərləri yazıb yapışdırırlar və oldu bu təşkilati mədəniyyət. Ona görə problem ordadır və bu təkcə HR işi deyil, bu təkcə CEO işi deyil. Bu staffın, komandanın ümumilikdə işidir. Hamı bu işə daxil olmalıdır. Təbii ki, vizyon gəlməlidir. Rəhbərlikdən, CEO-dan, HR-dan, SHR-dan və s. və ilaxır. Bu o xətti rəhbərlər tərəfindən buna nə qədər riayət olunub olunmadığı ölçülməlidir. Bütün layihələr buna uyğunlaşdırılmalıdır. Məsələn, dəyərin yaranması üçün ən önəmli layihələrdən biri budur ki, komanda yaşadığı təcrübəni bölüşür, bölüşmür. Bax, bu ən püf nöqtələrdən biridir türklər demişkən. Yəni, siz böyük bir layihə icra edirsiniz. Çox böyük bir layihə. O layihə uğurlu da ola bilər, uğursuz da ola bilər. Yəni, onun, belə deyək, söhbətimizə heç bir aidiyyatı yoxdur. Uğurlu, uğursuz fərqi yoxdur. Bax, o uğurlu, uğursuz layihələr bütün kollektivlə bölüşmürsə, orada paylaşılmış öyrənmə mədəniyyəti yaranmır. Sən təcrübəni bölüşməlisən, deməlisən ki, bax, yoldaşlar, A departamenti böyük bir layihə icra elədilər. Bu layihədə uğursuz oldular. Səbəb buydu ki, orada hansısa məlumatlar gizlədildi, rəhbərə məlumat verilmədi, riskə çox get və s. və ilaxır. Artıq orada təşkilatın rəhbəri başa düşür ki, aha, bu davranışlar bizə ziyan verdi. Komanda ötürür ki, indən sonraki layihələrdə bu davranışlar olmaz, bu davranışlar olmalıdır. Bax, o kollektiv öyrənmə böyüdükcə, o təcrübədən gələn nəticələr bütün komanda daxilində bölüşdürüldükcə təşkilati mədəniyyət istədiyimiz şəkildə formalaşır. Eləmirsə, formalaşmır. Qısa olaraq 3 dənə hansı məsləhət verə bilərsiniz? Hansı ki, həyatda nəsə nail olmaq istəyir, çalışır. 3 dənə qısa deyir ki, bax, mən bunları yoxlamışam, bunları yoxlayın, sizə nəticə verə bilər. Nə deyə bilərsiniz? Məsləhət çox ağır mövzudur. Xüsusilə də bu dönəmlərdə ağır mövzudur. İnsanlar nəsə sevmirlər. Amma dünən bir məsələni deyim. Qısa dedin, amma bir dənə burada mən bir dənə haşiyə çıxım. Dünən qızıma nağıl oxuyuram evdə. Adı səhv eləmirəmsə, bu külçə ilə bağlı belə bir şeydir. Ona nə deyirlər? Vaza da elə. Vazanın Azərbaycan dilisi nədir bilmirəm. Amma külçə də. Bu hissələrin şeylər çox şey olmasın. Külçə deyək ona. Külçənin hazırlanma prosesindən, nağıl hazırlanma prosesindən bəhs eləyir. Əvvəl palçıq kimi olur, torpaq kimi olur, sonra onu suluyurlar, o palçıq olur. Palçıq olduqca başlayır onu düzəldən adamla danışmağa ki, bəs də sən məni yorursan, çox incidirsən məni. O da gülür, deyir, hələ vaxtına var, hələ vaxtına var. Onu biraz da yoğurur, sonra salır onu sobaya. Sobada o isindikcə bu başlayır qışqırmağa ki, mənə istidir, mənə ağırdır, mən əziyyət çəkirəm bu istidə. Çıxardır onu, bir də orasını burasını düzəldir. Salır bir də onu sobaya, biraz da o başlayır qışqırmağa ki, vallahi mənə çətindir, çox ağırdır. O bir də çıxardır, başlayır onun üstünə rənglər vurmağa, bir də salır sobaya, biraz da artıq isidir, çıxır. Deyir, indi güzgüdözvə bax, baxır, deyir, nə görürsən? Deyir, o əvvəlki palçıqdan əsər əlamət yoxdur da, mən gör necə gözəl görünürəm. Deyir, bax, mənim sənə bayaqdan rəhm eləməməyimin səbəbi buydu ki, o palçıqdan necə bir şey düzəldirəm də. Mən gənclərə onu tövsiyə eləmək istəyirəm ki, bu
palçıq olduqları müddətdə biraz sözüm kobud çıxa bilər, amma nağılla bunu əlaqələndirdim ki, məcazi mənada başa düşsünlər nə demək istəyirəm. O vaza olan müddətə qədər, o qab olan müddətə qədər özlərinə mütləq şəkildə o ustadan tapmalıdırlar. Bunun elmi adı mentordur. Doğrusu bunu hamımızdan daha yaxşı bilirsən. Mentor mütləqdir. Mütləqdir, çünki mentor sənin təbii ki, sən hər adam özünə mentor seçə bilməzsən bir mənalı şəkildə. O bəlli bir yaşanmışları olmalıdır. Bəlli bir müsbət, mənfi dalğalanmaları olmalıdır. O həyatı da başa düşməlidir, o prosesi başa düşməlidir, dünyanı dərk eləməlidir, iş həyatını başa düşməlidir və s. və onun bəlli bir uğur və uğursuzluq hekayələri olmalıdır. O mentorun sənə qatacağını sən məsələn özün 5 ilə qazanarsansa, o mentor səni 1 ilə o prosesə gətirə bilər. Bu yaxınlarda bir yaxşı status gördüm ki, insan 95%-nə qədər qazandıqları çox rahat qazanır. Yəni özünün ağıllılıq faizinin tutaq ki, özünün düşüncə tərzinin 95%-nə qədər çox yaxşı sürətli gəlir, amma insan o vaxtı kamilləşdir. O 95 ilə 98-in 99-ın ki, o 3-4% var ha. O 3-4%dir insanı kamilləşdirən. Çox yaxşı bir point idi. Mən onu bu yaxınlarda gördüm hardasa. Çox yaxşı bu həmin o 3-4%. Bax o 3-4%-ə gəlib çatana qədər ilk 95%-i sən mentorla çox rahat qazana bilərsən. Bu əziyyətli yoldur. Mentor həmin ustaya bənzəyir. Sən ağlasan da, qışqırsan da, incinsən də, mentor sənə sakit-sakit o yolu izah edir. Bir tövsiyəm odur ki, mütləq şəkildə özlərinə mentor tapsınlar. 2, daha yaxşı olmaları üçün çıxışımızın, daha doğrusu müzakirəmizin əvvəlində dediyim, mən düşünürəm ki, bu zamanədə daha yaxşı inkişaf eləməyin, təbii inkişaf eləməyin yolu müqayisədən kənarlaşmaqdır. Çalışın heç kimlə özünüzü müqayisə etməyin. Heç kimlə. Hamı individualdır. Hamının bacarıqları fərqlidir. Hamının yanaşmaları fərqlidir. Sən özünə fokus ol. Özündə nələr varsa onları tapmağa çalış. Onlar üzərində ev qurmağa çalış. Heç kim 3 mərtəbəli villada yaşamır ki. Heç kim 6 otaqlı evdə də yaşamır. Düzdür? Hərə özünə münasibətdə 30 kvadratdan 500 kvadrata qədər və s. və ilə axırda, düzdür? Sənin əgər bacarıqların 30 kvadrat həcmindədirsə, ona uyğun ev tikməyə çalış. O yüksək kvadratlıya münasibətdə, onun villasına münasibətdə müqayisə aparmaq ki, mənim də villam olmalıdır. Bu səni yanıldar, bu səni düzgün yoldan çıxardar. Hə, yaxşı olar ki, onlar o uğuru necə qazanıblarsa, onunla bağlı bir səndə düşüncə və davranış formalaşsın, amma özünü onunla müqayisə eləmə. Onun bacarıqlarını özünə adaptasiya edə bilirsənsə elə bilmirsənsə, o müqayisəyə verdiyin vaxtda özünə versəydin, inan ki, ondan daha yaxşı olacaqdın. Üçüncü də düşünürəm ki, daha yaxşı karyera, daha yaxşı inkişaf eləmək istəyirlərsə, mütləq deməyəcəm ki, uğursuz olsunlar. Amma bu şey deyil də, yəni sən bunu özün həll eləmirsən də, mən necə uğursuz ola bilərəm ki, daha yaxşı uğurlu ola bilim də. Uğursuzluq yaşamış insanlardan onlardan təcrübə qazanmalıdırlar. Onların həyat hekayəsindən, onların yaşadıqlarından təcrübə qazanmalıdırlar ki, onlar öz inkişaf xəritələrini həll edə bilsinlər. Burada mən çox şey deyə bilərəm ki, filan bacarıqlar əldə eləsinlər. Bacarıqlar əldə eləmək lazımdır və s. və ilə axır. Amma dediyim bu 3 şeyi kökdə mənə görə bu 3 şey dayanır və belə bir söz də var. Deyir ki, uğur qazanmağın, uğurlu olmağın kökündə bir uğursuzluq var. Cənnət belə ölüm istəyir. Bu mənim üçün möhtəşəm bir söhbətdir də. Yəni cənnətə düşmək istəyirsənsə ölməlisən. Ölməsən cənnətə düşə bilməzsən ki, düzdür. Misal deyirəm bunu. Uğurlu olmaq istəyirsənsə uğursuz olmalısan.
o uğursuzluqlardır səni uğurlu yola aparan. Ona görə o mənim üçün çox möhtəşəm söhbətdir ki, uğurlu olmaq üçün uğursuz olmaq lazımdır. Uğursuz olmaq o demək deyil, sən elə uğursuz işlərlə məşğul ol. Amma onu keçməlisən də. Bu təcrübələri yaşamalısan. Cənnət belə ölüm istəyir. Yəni bu möhtəşəm sözdür. Ona görə düşünürəm ki, bu üç dənə gənclərimizə uyğundursa istifadə eləsinlər, uyğun deyilsə. Elə mövzunu cənnətdə saxlaya bilərik. Allah bizə olmaq qismət etsin hamımıza. Amin. Çox maraqlı söhbət oldu Kamil müəllim. Təşəkkür edirəm. Ümidvaram ki, zövq aldınız prosesdən. Mən bəli, əsas siz zövq aldınız, zövq almadınız bilmirəm. Aldıq. Hə. İnanıram. İnşallah qismət olsa mənzərən ikinci. İnanıram ki, təbii olmağa çalışdım. Mən maksimum təbii cavab verməyə çalışdım. İndi nə qədər bəyəndiniz, bəyənmədiniz bilmirəm. Məncə qəşəngdir, maraqlıdır. İndi auditoriyada fikriniz nə varsa, siz də yazın, zəhmət olmasa şərhlərinizi, suallarınızı Kamil müəllim də öz imkanı olsa cavablandıracaq. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, minnətdaram.